Çox ləzzət elədi. Sevirəm də uzaq yol gedəndə çay fasiləsinə çıxmağı. Samovar çayı, içinin mixəyi, kəkliyotusu, limon, çəlləqənd. Yolda içilən çayın bir ayrı ləzzəti var. Ar eləməsəydim, içdiyim qədər də içərdim. Amma yazıq müdür qadaları alaram deyə arzusuna çata bilmədi, dilxor oldu. Belə böyük bir dəstənin çaba yeməyib, çayla kifayətlənməsi yazığın cibinə hədsiz dərəcədə mənfi təsir etdi. Hə, ay Miri, buyur. Nədir səni yenə narahat edən? Bunun şüuruna bir bax da, deyir. Rəhillə müəllimən əhvalatı davamını özündən uydurur, heç vaxt ola bilməz ki, azyaşlı qız ər evindən gecə yarı qaçsın, lap hətta qaçsa belə, heç vaxt ola bilməz ki, o rayonlu qorxaq oğlan onu qaçırsın. Oğlanın bu işə duxu çatmaz. Miri vallah billah, Rəhillə xanım olanlar danışır. Ən azı Aylagilin yenidən qovuşmasını şərtləndirən bir şey də sənin indi bu səfər çıxmağındır. Müəlliməniz sənə bu əhvalatı finalı ilə bağlı nəsə yəni bir şey nümayiş etdirəcək də bala. Bir qədər məntiqli düşün, nə olar? Amma öz aramızdır. Qızın və oğlanın bu cəsarəti doğrudan da inanılmazdır. Bıçaq sümüyə dirənəndə ifadəsi burada necə də yerinə düşür. Artıq hər ikisi könüllü olaraq çətinliyə, namüəyyənliyə, kəsəsi mübarizəyə atılıb. Hər ikisi dünya ilə mübarizəyə girişib. Çox yaxşı oldu ki, taksidə zorlama hadisəsi baş vermədi. Düzü o hissədə çox narahat oldum. Lənət şeytana, mən sevginin mənşəyə barədə olan hissəni unutmuşam. Hələ də mətnə daxil etməmişəm. Vay vay, təzədən skeleti dağıdım gərək. Bu unutqanlıq nədirsə təzə hoqqadır. Dünən də evin qapısını kilitləməyi unutmuşdum. Hələ 2 gün öncə redaksiyaya iclasa getməyimi unutmağımı demirəm. Elmi nəzəriyyələrə görə romantik sevgi 200-300 min il bundan əvvəl Homo sapiensdə yaranıb. İnsanın təkamülü öncə nəsil artırma, sonra da dünyaya gələn körpələrin rahat böyüməsi üçün valideynləri birləşdirməyin bir yolu kimi bunu ortaya çıxarıb. Bircə həyatı həzverici endorfin, nəvaziş hormonu, oksitosin və ehtiras hormonu dopamin kimi morfinə bənzər hissəciklərlə mükafatlandırıb. Freud sevgini şuurdan kənar hiss hesab edirdi. Sevgi anlayışında qlobal dəyişikliklər 20-ci əsr seksual inqilabı 20-ci əsrin sonuna dək psixoloji inqilabın sayəsində baş verdi. Haradasa yeni olmalıdır. Hətta belə, Barselona alimləri lap qədim zamanlarda mövcud olan sevginin gözü kordur. Məsələnin fizioloji cəhətdən həqiqiliyini isbat ediblər. Romantik məhəbbət beynin gicgah və alındakı tənqid zonasının öz fəaliyyətini dayandırması ilə nəticələnən beyin disbalansı yaradır. Eyni zamanda da ortaya beyin, onun qara səthi aktivləşir, beynin bu hissəsi aludə olmağa ehtirasa cavab verir. Çox maraqlı faktlardır. Kitabı xeyli zənginləşdirəcək. Elmi sübut edib ki, sevginin yaranması üçün 4 əsas faktor lazımdır. Fiziki cazibə, ərazi yaxınlığı, ümumi maraqlar, simpatiya. Sevginin gücü, uzun ömürlülüyü isə insanın hormonal xüsusiyyətləri ilə bağlı olan cinsi konstitusiyanı asılıdır. Cinsi konstitusiya güclü, orta və zəif olur. İnsan hormonal balansının xüsusiyyətlərinə asılı olaraq sevginin müxtəlif növləri var. Ehtiras sevgisi, dostluq sevgisi, romantik sevgi, platonik sevgi, pragmatik sevgi, özünə fəda sevgisi. Bu hissəni ürəyim ağrı-ayağı tam içində yazmışam. Sevginin şəkil dəyişməyə uğraması tənəzzülü məni çox ağrıdır. Butafora sevgi termini isə düşünürəm ki, mənim ən uğurlu kəşfimdir. Bölümü yekunlaşdırmaq olar, amma yox, saxta sevgi qalıb, onu da tapım, qoyum yerinə. Yenə də yekunlaşdıra bilməyəcəyəm, bundan sonra mütləq məsləhətlər gəlməlidir. Günlərin əyri-üyrü, aylarım əzi-yüzü, illərim xırd-xəşildir. Tapdanmış ömür yaşayıram. 1930-cu ilin 6 mart günü Rəhillə xanım qüssə hücum çəkmiş, səhər ertə AzTV ilə yayımlanan xoş gördük səhər proqramına baxanda aparıcı səyyad Ağbabalıdan son xəbərləri işləndə sonra içini didən dərdlərinin xalqını, vətənini gözləyən təhlükənin dərdi də qarışmışdı. Ölkənin müstəqillik dönəminin ağrı-acılı dövrü idi. Ermənilərin öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi, xalqımızın qaçqın köçkün taleyinə tuş gələn nümayəndələrin say hesabı artırması azmış kimi, digər tərəfdən də daxili siyasi qüvvələr arasında vətəndaş müharibəsi səviyyəsinə gəlib çatmaqda olan gərginlik yaşanırdı. Separatçılar isə fəallaşıb, milli azadlıqları hərəkətə gətirib açıq-aşkar ölkəmizə
qarşı ərazi iddiası qaldırmaq istəyi ilə bu üçbucağı qapayırdılar. Ölkədə ərzaq tıkıtlığı yaşanırdı. Həm də hamı dərdli, problemli idi, qaraqabaq idi. Rəhlə xanımın həmin gün dərs deməyə nədənsə heç həvəsi yox idi. Günləri əyri-üyrü, ayları əzi-üzü, illəri isə xırtxəşir. Məhz həmin səhər öz həyatına bax bu cür şərh vermişdi. Sanki həyatının bütün sevinç gözləntilərini bitib tükənib, bütün yaşantılar bu gün məktəb və ev, kitab, dəftər, çömçəqazan səviyyəsində, məktəb münasibətlərin rəsmiliyi, evdə münasibətlərin quruluğu çərçivəsində qapanıb qalıb. Qarşıdan 8 Mart bayramı gəlirdi və həmin o 6 Mart günündə anarsızlığın dəhşətini daha dərindən duyurdu. İnsan sevəndə necə də körpək, kövrək olurmuş. Əlinin çatmadığı, ününün yetmədiyi, sevgilisinin hər sözünün, hər baxışının, duruşunu ürəyi çırpına-çırpına xatırlayıb necə kövrəlirmiş və insan sevəndə həm də çox qəddar olunmuş. Gözü sevdiyindən başqasını görməyəcəyə qədər, qalan hər kəsi ürəyindən siləcəyə qədər qəddar. Bir vaxtlar özünü necə xoşbəxt hiss edirmiş ilahi, 10-cu planeti kəşf edibmiş kimi bir qalib xoşbəxtliyi yaşayırdı. Anlayırdı ki, artıq mən deyə bir nəslə qalmamışdım. Dönüb sən olmuşdu və ayrılıqdan necə qorxurdu. Onsuzluq çox dəhşətli idi. Bu günəşin zülməti, küləyin yarpaq tərpətməzliyi, gölgələrin qeybi, ürəyin sükutu idi. Rənglərin rəqsi ilə növbələşən sevgi qurşağının qara bir həmlə ilə üzləşib dağılması idi. Qəfildən oğlu qapını açıb sinif otağına daxil oldu. Evin açarını götürəcəkdi. Sanki duman üzərindən çəkildi. Həqiqət pərdəsi üzünü aydınlatdı. Oğlunun boy-buxununu yaraşığı ilə qürrələndi, gülümsədi. Qızı da gəlib gözünün önündə durdu. O da ay parçası təki gözəl, ağıllı. Uşaqlar doğma evi, gündəlik qayğıları, xoşbəxtlik bildiyi bu qazantıları ilə ovundu, şükür elədi. Dərindən köks ötürdü. Amma qəfildən gözləri bir ixtiyar masaüstü şüşənin altındakı quru qızıl güllə çeynə sataşdı. Onda da 8 Mart idi. Anar yenə tində keşiy çəkmiş, qız dalana girəndə özünün üstünə atıb ona qızıl gül dəstəsi hədiyyə etmişdi. 7 qızıl gül idi. 5-i nisbətən açıq, ikisi tünd qırmızı rəngdə. Sanki yuxuda idi, ayıldı. Acılar gəldi, köynəmələr gəldi. Xatirələrin növbəti baskısı başladı. Deməli, heç kəs onu unutturmağa yetməzmiş. Sinəsindəki sızıltının yerini heç nə doldura bilməzmiş. Və o, hələ də onun özündən alıb aparacaq qədər güclü idi. O. Qeyri-ixtiyari gözlərindən axan yaş dünyasını toranlaşdıraraq dodaqlarının kənarı ilə üzü aşağı süzüldü və itirdiyinin özü boyda duman qapadı gözlərini. Onda Aylagil 8-cidə oxuyurdular. Pəncərə tərəfdən 1-ci partada Rəna ilə otururdu Ayla. Sinfin yaraşığı idi. Özü gözəl, qəd-qaməti gözəl, danışığı, gülüşü gözəl. Hamıdan gülləri şən idi. Hamıdan da yaxşı geyinib keçinirdi. Anası gəlincik kimi bəzəyirdi onu. Uzun saçlarını gah dümdüz belinə tökürdü, gah hörüklərlə gəlirdi, gah da saçını burdururdu. Dərs qurtardı. Uşaqlar növbəti dərsi keçmək üçün ədəbiyyat kabinetini tərk etdilər. Amma Ayla bulud kimi dolmuş müəlliminin qarşısında dayanıb, "Sizə nəsə olub?" sualını verdi. Rəhlə xanım üçün sinifin 29 şagirdin hamısı o günə kimi eyni idi. Bu sualı da təəccüblə qarşılayıb, "Heç nə qızım, get dərsinə söylədim." Amma Ayla uşağı inadı ilə, "Yox, deyin, sizə nəsə olub axı, deməsiniz gedən deyiləm. Mən sizi çox istəyirəm," söyləyərək yerindən qopadı. Rəhlə xanım çar-naçar qalıb səbəblər gətirməyə başladı. Öncə səbəb kimi söhbətin, sonra işinin ağırlığını, daha sonra ölkədə baş verən siyasi hadisələri göstərdi. Müəllimindən doğru-dürüst cavab almaq üçün hətta növbəti dərsi də buraxan Ayla təbii ki, bu cavablarla kifayətlənmədi. Bax, onda Rəhlə xanım bu balaca gözəlliyin içində gizlənəm. Ləl-cəvahiratı olduqca duyumlu ürəyi, saf və pak duyğuları, hissləri də görə bildi. Məhz həmin gündən sonra onlar bir-birlərinə doğmalaşdılar, yaxınlaşdılar. Bir də gördürdün, Ayla çantasını açıb müəlliminin qarşısında bir ovuc konfet qoyur. "Ata Moskvadan gətirib. Əntiqə konfetlərdir. Sizsiz boğazımdan keçmədi." Bir də görürdün, bir ətir gətirir. "Nə olar, götürün də bunu. Anayla dükanlara çıxmışdıq. Ürəyimdən keçdi ki, bunu sizə alım." Rəhlə xanım Aylada öz yeniyetməliyini, bitib tükənməyən arzularını, həyat eşqini, gözəlliklərlə əhatələnmə sevincini görürdü. Ürəyindəkiləri onunla bölüşür, onu öz əzizi doğması, bəzən hətta böyük yaş fərqinə baxmayaraq rəfiqəsi qismində görürdü.
Öz ikinci yarısı ilə təkcə dərs saatlarında birlikdə olmaq get-gedə kifayət etmirdi. Telefonla da danışırdılar. Bəzən həftə sonu ya ikilikdə, ya da gah Sənbar xanımın, gah da Rənanın müşayiəti ilə məktəblərinə yaxın kafeteriyada oturub süllü qəhvə içir, dərdləşirdilər. Rəylə xanım Aylanın həyatın enişli yoxuşlu yollarında büdrəyəcəyini, hətta sonradan yıxılacağını o vaxtlar ağlına belə gətirməzdi. Həyatda valideyn əhatəsi, sevgi və qayğı, geniş maddi imkanlar içində yaşayan bəxtəvər, xoşbəxt bir qızcığazın faciəvi sonluğunu necə düşünmək olardı axı? İsmail barədə ilk dəfə söz açanda Ayla xeyli laqeyd idi. Onun metroda unutduğu dəftəri açıb göstərdi. Rəylə xanım dəftəri vərəqlədi, şeirlərə baxdı, hətta zarafat da etdi. Balam, bu Aytəkin kimdirsə, Leylidən betər gözəllik yiyəsidir ki, bu bədbəxti Məcnundan da dəhşətli hala salıb bilib. Ailə ilk vədlərdə İsmail'i hətta dolayırdı da. Onun ilk dəfə evlərinə zəng edib ləhcə ilə Ayla gildəndir söyləməsini, İngiltərə sözünü düzgün tələffüz edə bilməməsini lağa qoyurdum. Vəziyyət birdən-birə dəyişdi. Rəylə xanımın ağlına belə gətirmədiyi qarşılıqlı sevgi doğuldu. Rəylə xanım Aylanı danlayır. Sevmək sənə hələ tezdir, dərslərini oxu deyirdim. Baş ağrısı, rahatsızlıq, qəm-qüssə, əzab-əziyyət nəyinə lazımdır axı söyləyib xəbərdarlıqlar edirdi. Amma özü də görürdü ki, iş işdən keçib artıq. İndi düşünür Aylanı xilas edə bilərdimi? Bəlkə daha sərt, daha amansız olub qızın sevgi hisslərini beşikdə ikən boğmağa çalışmaq və sonradan qızın özünü tam olaraq qurban getməsinin qarşısını ala bilərdi. Düşünür və vicdan əzabı çəkirdi. Hər halda nəsə edə bilərdi. Mümkün olmayan heç nə yoxdur dünyada. O, Sənubər, Rəna, bir də Natəvan, Aylanın ən yaxın 4 adamı, ən az birləşib nələrsə edə bilərdilər. Ciddiyə almamaq, bəlkə də biraz bicanəlik, biraz laqeydlik, öz sözünü dedi. İndi hər o hadisə xatırlandıqca 4-ü də ürək ağrısı ilə, göz yaşı axıtmaqla günah yüklərini gülləşdirəcəklərini zənn edirlər. Amma əbəs yerə. 18-ci mikrorayondakı bu otaq İsmail'la Aylanın xoşbəxtliyinin yeganə şahidi idi. Onlar sübhədək bir-birindən doymamış, xəyalən ev qurmuş, oğul-qız böyütmüşdülər. Ayla lap dərinə gedərək hətta qızına verəcəyi cihazın siyasını da tutmuşdu. Və bu siyada İmran dayısının ona bağışladığı gəlinci lap başda dayanırdı. Otaqları adidən adi idi. Ev sahibəsi onlara iri dəmir çarpayı, qara boya ilə alababat rənglənmiş paltar şkafı, bir trimo, bir məktəbli partası və 2 kətil vermişdi. Otağın pəncərəsindən bomboş torpaq sahəsi və lap uzaqlardakı bağ massivi görünürdü. Bura şəhərin qurtaracağı idi. Səhərə yaxın yuxuya getdiklərindən yalnız günorta oyana bildilər. Daha tez oyanan İsmail Aylanın saçlarını sığallayaraq onu da oyatdı. Ayla gözlərini açdı. Nəmişlikdən qapqara qaralmış tavanı görcək bir müddət harda olduğunu ayırt edə bilmədi. Gözlərini döydü. Haçandan-haçana baxışları İsmailin gülümsər çöhrəsinə sataşdı. O da gülümsədi. Yenə bir-birlərinə sarmaşdılar. Bax bu an, bu dəqiqə onlar üçün heç bir qayğı yox idi. Heç bir ağrı acı ilə ağrımırdılar. Təkcə onlar ikisi var idi. Bir də bir dünya sevgiləri. Mənə şeir oxu İsmail. Baş üstə Ayla. Özü də ona həsr etdiyin şeirlərdən olmasın. Məxsusi mənə yazdığın olsun. İsmail aram-aram şeir oxumağa başladı. Yenə sənə şeir deyəsi oldum. Axdı otağıma xatirəsi ilə. Qulac hörüklərin üzümə dəydi. Nəmli kipriklərin gözümə dəydi. Bu şeiri iş yerində yazmışdı. Günortalar müdür olmayanda, onun otağında olanda da gedib küçədən Aylaya zəng edib saatlarla danışanda ürəyi titrəyə, ruhu dərbədər olardı. Bədənin hər bir əzası Aylanın həsrəti ilə əriyərdi sanki. Axşamlar da sevgilisinə şeirlər yazardı. Söz-söz misra, bənd-bənd ona yaxınlaşar, onu duyar, ona toxunar, onu oxşayardı. Mən sənə hər dəfə şeir deyəndə qəlbimdə bir sevda uçur göylərə. Mən sənə hər dəfə şeir deyəndə ömrümdən bir parça köçür göylərə. İçim korun-korun yanır eləcə, ürəyim vurmağı danır eləcə. Aylanın gətirdiyi əşyaların arasında xoşbəxt günlərin yadigarı olan fotoplionka da var idi. Ona sözü gözü sataşanda İsmail, bu şəkilləri hələ də çıxartdırmamısan, çıxartdırardın da, indi yapışdırardıq trimoya, deyə təəssüfləndi. Ayla özü ilə gətirdiyi selofan torbanın içində ev xalatı çıxardı, geyinib otaqdan çıxdı. Qaranlıq hamamda birtəhər əl-üzünü yudu. Dəhlizdə ev sahibəsi ilə rastlaşdı. Ev sahibisi ona süni təbəssüm nümayiş etdirdi.
Sabahınız xeyir kəlməsini sabah nə gəzir? Birazdan axşam düşəcək cavabını verdim. Sonra ev sahibəsi evi sərgəli saxlamaq, qapı döyüləndə birdən işıq pulu, su pulu, qaz pulu yığanlar olar. Açmamaq, kirayə pulunu vaxtında vermək, bir də dönənçi kimi səs-küy salmamaq, tualet və hamamdan, mətbəxdən azad istifadə etmək barədə uzun-uzadı müalicə oxudu. Dedə evin kişisi səliqə sahmanı çox xoşlayır. Pinti adamlardan zəndə zəhləsicidir. Sonra da evin kişisinin əmək haqqısının idarədən gecikdirildiyini, evdə ərzağın tükəndiyini vurğulayıb bazara getdiyi üçün növbəti ayın kirayə pulunu da qabaqcadan istədi. Qəribə sifət quruluşu var idi bu qadının. Sağ yanağında az qala bütün yanağını tutan ətli xalı vardı. Başını qaldırıb saldıqca xal da tərpənirdi. Ailə otaqlarını qayıdıb axşamdan qalan yeməkləri partanın üstünə düzüb İsmaila bu arvad bir ifrət edir ki, söylədim. İsmail cəmi 5 dəqiqə Aylanı görmədiyi halda bunu qərinələr hesab edib onun üstünə atıldı. Qızı götürüb çarpayıya qoydu. Qucaqlayıb öpmək istəyəndə Ayla onu özündən kənara itələdi. İfritə yenə pul istəyir, dedi İsmail. Nə pul? Pulu verdik də. Söyləyib Aylanın gələn ayınçının açıqlamasından sonra məyus cibini qurdaladı. Dəhlizə çıxdı. Qapının ağzını kəstirən ev sahibəsinə pul uzatdı. Bunu hələ ki götürün, bizdə dollardır. Birazdan dükan bazara çıxanda xırdalayıb qalanını da verərik. Ev sahibəsi pulu götürüb getdi. İsmaillə Ayla bir müddət onun qarasınca deyindilər. Sonra nahara başladılar. Ayla çörəyin quruluğundan gileyləndi. Birdən dodaqlarını büzdü. Mən qoqlu-moqlu istəyirəm, deyib ağlamsındı. Anası səhərlər ona qaşıqlı qoqlu-moqlu yedizdirərdi. Bu ləzzətli təam bircə gün olmasaydı, Ayla aləmi dağıdardı. İsmail çey-çey ona baxdı. Yəni hardan çıxarım sənin üçün qoqlu-moqlunu? Yeməklərini sakitcə yedilər. Sükutu yalnız qonşu otan gələn saat çıqqıltısı pozurdu. Gedək şəhəri gəzək. Aylanın bu təklifi İsmailin ürəyindən olmadı. Odur ki, sualı cavabsız qoydu. İsmail, mən bilirəm, sən atamdan qorxursan. Ancaq biz daha ər-arvadıq. Atamın bizimlə işi olmaz. Bir də ki, bu Kamçatkada heç kim bizi axtarıb tapmaz. Kamçatkanın nə olduğunu İsmail başa salmalı oldu. Ayla Sovetlər dönəmində ölkənin ən ucqar insan məskunlaşmayan yeri sayılırdı Kamçatka. Odur ki, uzaq gözdən İraq yerə Kamçatka deyilirdi. Amma Aylanın Sumqayıtın bu hissəsinin Kamçatka adlandırması İsmailə uğursuz bənzətmə kimi göründü. O gözəl başa düşürdü ki, bura elə də gözdən könüldən İraq təhlükəsiz yer deyil. Harasa ölkənin dərinliklərinə getmək lazım idi. Görəsən xaricə qaça bilərdilərmi? Amma heç pulları da yox idi. Aylanın İsmailə qoşulub qaçması xəbərini Rəhlə xanım ağlayla Sənubər xanıma vermişdi. Bu izdivacdan nə gözlədiyini bir kəlmə ilə belə ifadə etmişdi. Özlərini oda atdılar. Rəhlə xanım da sök təbii hiss etmişdi ki, yaxşı nəsə gözləməyə dəyməz. Səfər Qasımzadənin necə bir insan olması ona az-çox bəlli idi. Cinayətkarlara qarşı olduqca amansız olan bu şəxsin mərdliyindən, sözü bütövlüyündən, qürurundan hamı danışırdı. Sözünün iki olmasını əsla sevməzdi o. Nəhəng insanlar onu görəndə tük salırdılar. Ən dolaşıq işləri də gedib həll etmək qabiliyyətinə malik idi o. İndi birdən-birə balaca bir qızcığaz doğma qızı onun papağını yerə soxmuşdu. Toy gecəsi səfil birisinə qoşulub qaçmışdı. Dünəndən bəri bu gələn 3-cü təcili yardım maşınını idi. Kardioloq həkim Səfər Qasımzadənin nəbzini yoxladı, tibb bacısına əli ilə işarə elədi ki, iynə vursun. İynədən sonra özü ilə gətirdiyi dəmir qutudakı cihazı işə salıb polkovnikin ürəyinin kardioqramını çıxardı. Resept yazdı, məsləhət verdi. Dönə-dönə tapşırdı ki, sakitliyə riayət olunsun. Həkim gedəndən sonra Nativan xanım hamını otaqdan çıxardı. Bunlar Səfər Qasımzadənin qardaşı Zəfər, Natavan xanımının qardaşları İmran və Seyran idi. Hər üçü keçib qonaq otağında əyləşdilər. Dinməzcə af-uf etdilər, siqaret tüstülədilər. Telefon zəngi çaldı. Yenə Əziz Abbas bəylinin həyat yoldaşı Sona idi. 2 gün idi ki, zəng edib dişinin dibindən çıxanı deyirdi. Natavan xanım Sonanın səsini eşitsək dəstəyə qoydu. Telefon bir də zəng çaldı. Əsəblərə təsir edən bu zənglərdən qurtulmaq üçün cihazı xəttdən ayırdım. Oturub zülüm-zülüm ağladı. Qızı axı niyə belə iş tutdu? Onun yoluna neçə il gözləmişdilər. O dünyaya gələndə necə sevinmişdilər, necə qurban kəsmiş, nə qədər nəzir-niyaz paylamışdılar. Onun əllərindən necə böyütmüşdülər, nazını necə çəkmişdilər, gözlərinin yağını yedizdirmişdilər ona.
Bu da axırı. Öz doğma ata-anasının küçədə qalan uğraşı satdı. Nankor evlad. Natəvan xanımı hönkürdü. Nəsillərdən heç kəsin ailəsində belə xoşagəlməz hadisə baş verməmişdi. Heç el-elatlarında da. Hər zibiliş gərək də bunların başına gələydi. Günahları nə idi axı? Səfər Qasımzadə bir neçə dəfə onu çağırdı. Mobil telefonunu istəyirdi. Natəvan xanım gözyaşlı halda telefonunu gətirib əlinə verdi. Kişi nömrəni yığıb zəng etdi. Mənəm Səfər. Nə xəbər var? Xəbər yoxdur? Hamını ayağa qaldırın. Apşerondan qırağa çıxa bilməzlər. Təkcə polislə iş görməyən. Kriminal aləmə də tapşırın. Onlar yerin deşiyində də xəbərdardırlar. Qadın şüşə qabdakı mayeni yarım stəkan suya damcıldadıb həyat yoldaşını itirdi. Səfər Qasımzadə gözlərini bir nöqtəyə dikib durdu. 45 yaşı var idi. Ehtiyac içində bir qarnı ac, bir qarnı tox böyümüşdü. Orta məktəbi bitirib rayonlarında Bakıya gəlmiş, sənət məktəbində oxumuş, işləmişdi. Sonra isə ali təhsil, milli sistemi, Natəvanla ailə quranda artıq kifayət qədər nüfuzu və pul parası var idi. Elə bil həmişə işi daşdan keçib. Ailə həyatda ona uğur gətirmədi. Uzun müddət övladları olmadı. Hətta arada boşanmaq da istədilər. Nəhayət Allah onlara övlad bəxş etdi. Bu da axırı. Səfər Qasımzadə yatağa dirsəkləndi, qəlyanını götürüb yandırdı. Bu illərdə çox çətinliyə düşmüşdü. Çox ağır günlər keçirmişdi. Ancaq bu cür tapdandığı yadına gəlmirdi. Xüsusilə Əziz Abbasbəyli ona elə sözlər demişdi ki, bu sözləri udmaq mümkün deyildi. Səfər Qasımzadə Əziz kişini qınamırdı. Filankəsin gəlini toy gecəsi evdən qaçıb qınağı əlbəttə çox ağır idi. Qisas almaq, özü də amansızcasına. Səfər Qasımzadə indi yalnız bu barədə düşünürdü. Ayla ilə İsmail 3 saat ərzində Sumqayıtın bütün böyük dükan bazarını gəzəndən sonra nəhayət ki evə qayıtdılar. İsmailin qanı qara idi. Şərq bazarı deyilən yerdə 2 nəfər onlarla maraqlanmışdı. İsmailin kimliyini, nəticəliyini soruşanda Ayla anket doldurursunuz deyə sərt cavab vermişdi. Ayla bu hadisəni Sumqayıtın bandit şəhər olduğuna yozmuşdu. İsmailə atasından eşitdikləri barədə açıqlama vermişdi. Ancaq İsmailə elə gəlirdi ki, burada təsadüf heç nə yoxdur. Bu adamlar onlarla elə belə maraqlanmamışdılar. Ayla pəncərəyə pərdə tutmaq üçün parça aldırmışdı. Ancaq pərdəni necə tikəcəyini bilmirdi. Ümumiyyətlə o evlərində heç bir iş görmədiyində adicə yatağı yığışdırmağı, qanaq bişirməyi, döşəmə süpürməyi də bacarmırdı. İsmail isə uzun müddət tək yaşadığından bütün bu işləri görə bilirdi. Odur ki, ev işlərində Aylanın ən yaxın köməkçisinə çevrilmişdi. Ancaq pərdə tikməyi heç o da bacarmırdı. Ev sahibəsini köməyə çağırdılar. Qadının parçanı götürüb, sabah işıq gözünə tikərəm, sizlə qiymət danışmıram, nə verərsiz deyərək çıxıb getməsi Aylanı lap qəzəbləndirdi. Ev sahibəsini yamsılayıb ona pul ölüsü adlandırdı. Sonra partanın üstünə süfrə açdılar. Kalbasa çörək yeyib dünənki şampan axırına çıxdılar. Ayla söylədiyi, kalbasa yemədən lap kalbasaya dönəcəyi sözlərinin İsmailə toxunduğunu görüb, onun alnından öpdü. Mən səninlə ölmədə gedərəm, dedi. Ev sahibəsinin oğlunun gətirdiyi maqnitofonu qoşdular. Bir neçə qazet yoxlayıb bəyənməyəndən sonra birinin musiqisini eşitsək İsmail lap çiçəyə çırtladı. Ev sahibəsinin qorxduğundan azda səs verdiyi müğənniyə qoşulub oxumağa başladı. Əcaib qəraib mahnı idi. Bir də görüm ağıllı Ayla, ye çörəyini, qadan alım, deyə şükür Allah. İsmail əl-qol ata-ata rəqs edirdi. Ayla, bu tuşka mahnısını hardan tapdın söyləyəndə İsmail sifətindən narazı ifadə rəqsinə ara verdi. Ayla yenə də onun qılığına girdi. Küsməyə qoymadı. Birazdan qol boyun olub yatağa uzandılar. Çarpayı çox yöndəmsiz idi. Yayları kürəklərini ağrıdırdı. Döşək nazik, döşək ağı, kirli. Üstlərinə atdıqları mitil isə nimdaşın nimdaşı. İsmail sərxoş olduğu üçün dərhal yuxuya getdi. Ayla isə yata bilmirdi. Evlərini, yumşaq yatağına, vanna otaqlarını, ata-anasını xatırladı. Fikirlər onu rahat qoymurdu. Nə olacaq axırları? Haçına kimi bu şəraitdə yaşayacaqlar? Fikirləşirdi. Fikirlərinə nəsə bir taqqıltı səsi qarışırdı və bu səs get-gedə daha da yaxınlaşır, aydın eşidilirdi. Birdən-birə beyni xatirələrdən qopdu. Başına səs gələn tərəfə çevirdi və gördüyü mənzərədən dəhşətə gəlib var gücü ilə qışqırdı. Bir kişi pəncərənin şüşəsini çıxarmağa cəhd edirdi ki, otağa girsin. Üzü tüklü idi. Başından hörmə papağını düz gözlərinin üstünə basmışdı. Aylanın qışqırtısına İsmail dik atıldı.
Otaqdakıların oyaq olduğunu görəndə kişi səlqə sahmanla şüşə çıxarmağına ara verib 7 mərtəbəli söyüşlər yağdıraraq aşağı tullandı. Qaçıb getdi. Səsə ev sahibəsi və onun oğlu da gəlmişdilər. Ayla hələ də qorxudan titrəyib, İsmail isə gələnlərə hadisə barədə məlumat verirdi. Ev sahibəsi keçib pəncərəyə baxdı, onu açdı. Doğrudan da çöl tərəfdən nazik taxtalar sökülmüş. Bir neçə mismar çıxarılmışdı. Bəlkə sizin düşməniniz var, ev sahibəsi cavabı gözləməyərək sözünə davam etdi. Bəlkə pulunuz çoxdur, səhər də dollardan dəm vururdunuz. 8 ildir bura köçmüşəm, hələ eşitməmişəm ki, bu binada kiminsə evinə girmək istəyirlər. Burada hamısı kasıb-küsublardır. Baxışlarını gah İsmaila, gah da Aylaya yönəldib yanağındakı ətli xalına sığal çəkdi. Yox, burada nəsə cəncəl iş var. Siz xatalı adamsınız, çıxın gedin mənim evimdən. Kişi bilsə ki, sizin kimi adamları evə buraxmışam, mitilimi döşəyir. Qadın bir qədər ara verdi, sonra yenə də söhbətinə davam etdi. Ayla isə titrəməyində idi. İsmail Aylaya su verdi, sonra ev sahibəsinə dedi. Qoy səhər açılsın, çıxıb gedərik. Pulumuzu da qaytararsan. Ev sahibəsi səsini qaldırdı. Nə pul? Pulu xərcləmişəm. Özü də pəncərəmi zayeləyiblər. Onu düzəltdirməliyəm. Bu dəfə başının tərpənişi ilə xalı ləpbəş oynadı. İçəri gərginli dolu sükut çöktü bir müddət. Ayla İsmailə sığındı. Mən qorxuram. O birdən yenə gələr. İsmail onu ürək-dirək verdi. Gəlməz, qorxma. Ev sahibəsinin oğlu maqnitofonu götürüb ora-burasını gəzdirməyə idi. Anasının gör qırıb eləməyiblər ki, sualına yox cavabını verdi. Ev sahibəsi yenə pəncərəyə göz gəzdirdi. Sonra stol əvəzi otağa qoyulmuş partanın üstündəki şampan şüşəsi əli ilə itələyib üz-gözünü turşutdu. Belə də pintili olar, stolun üstünə niyə yığmırsınız? Evimə tarakan gətirərsiniz. Kişi nifrət edir də tarakana. İsmail sevdiyi məsəli yenə öz-özünə təkrarlayıb keçican hayında qəssab pey axtarır. Gələnin kim ola biləcəyi barədə xeyli baş sındırdı. Ona elə gəlirdi, bu gələn adi oğru deyil. Onun gəlişi mütləq bunlarla bağlı idi. Təbii ki, Aylanın atası yəqin hamını ayağa qaldırmışdı. Bunları axtarırdılar. Bəs niyə qapıdan ədəb ərkanlı içəri girəcək polisi gözlədiyi halda hansısa quldur görkəmli birisi pəncərədən girməyə cəhd göstərmişdi. Şərq bazarında 2 hündürboy oğlanın onları soru-sual tutması da çox güman bu işin tərkib hissəsi idi. Ola bilsin ki, onlar təkcə polis sistemi axtarmırdı. Ola bilsin deyəndə 100% belə idi. Amma Ayla İsmaili fikrindən döndərmək istəyirdi. Qız qaçırtmaq el adətidir. Kişinin qızını qaçırdarlar da, kişi də barışığa gedər. Yoxsa ki, üzü tüklü bir banditin pəncərədən girib evi yarmaq istəməsinin bizim qoşulub qaçmağımızla nə bağlılığı ola bilər axı? Söyləyərək, o elə hey fikrini isbat eləmək üçün müxtəlif fərziyyələr yürüdür, misallar çəkirdi. Hər halda bu mənzili tərk etmək fikirləri qəti idi. Üstüklünün hansı səbəbdən evə soxulmaq istəməsindən asılı olmayaraq, burada qalmaq təhlükəli idi. Hardansa oxumuşdum ki, yağış mələklərin göz yaşıdır. Həmin gün yağış elə güclü və elə aramsız yağırdı ki, Rəyli xanımın elə gəlirdi, bütün mələklər eyni vaxtda dərdlərini bağlaşırlar. Dəqiq yadındadır. Şahla düz gecə saat 2-yə 14 dəqiqə qalanda zəng vurub, mütləq görüşmələrini ondan rica eləmişdi və dərləşmişdilər ki, ertəsi gün saat 3-də Sabir bağında görürsünlər. Metrodan Sabir bağınacan məsafəni qaça-qaça gələn Şahla təpədən dırnağa islanmışdı. Rəylə xanım onu öz çətirinin altına saldı, fəvvarələr bağına yollandılar. Ayaqlarının altındakı sanki sel axırdı. Küçə boyunca hamı ora-bura qaçırdı. Avtomobillər nə qədər yavaş geçsələr də təkərləri suya çox-çox ətrafa sıçradırdılar. Gedib Firuzə kafesində əyləşdilər. Hiss olunurdu ki, Şahla çox dərdlidir, çox ağlamışdı, gözləri şişmişdi. İlk sözü bu oldu. Rəylə xanım, qurban olum, kömək edin. Onun başına ağıl qoyun. Mənə gün verib işıq vermir, daha dözə bilmirəm. Əlbəttə, söhbət Elnur müəllimdən gedirdi, Şahlanın qardaşından, Rəylə xanımın isə iş yoldaşından. Şahla ilə Rəylə xanımın tanışlığı Elnur müəllimənin Rəylə xanım məktəbinə işə düzəlməsi ilə təxminən üst-üstə düşürdü. İşə çıxdığı heç bir həftə deyildi ki, Elnur müəllim özünün 30 illiyində yeni kollektivin Rəylə xanım da daxil olmaqla bir neçə üzvünü Sumqayıta, ailə gecə restoranına dəvət eləmişdi. Haradasa şəhərin ucqarında idi o restoran. Çox gözəl məclis idi. Yerli musiqiçilər də dəvət edilər. Skripkaçı Rasim, Tin uşaqları qrupunun solisti Sədrəddin,
Restoranın dilli Dilavər inzibatçısı Rövşən müəllim də nədənsə Rəyli xanımın yadında qalmışdı. İnzibatçı deyirdi: "Bizim aşpazın bişirdiklərini barmaq yalamadan yemək mümkün deyil. Yeyib içməyə elə də meyli olmayan Rəyli xanım həmin gecə bəsdir deyincə yemişdi. Kebablar doğrudan da çox dadlı idi, xüsusən də xan kebabı. Hətta mədəsində ağırlıq duymasından şikayətlənəndə Elnur müəllimlə 6 yaş kiçik olan bacısı Qarayanız incə və zərif olduqca gözəl yapışıqlı Şəhla da ona çantasından festal həbi çıxarıb vermişdi. Xeyli söhbətləşmişdilər, bir-birlərinə quşları qonmuşdu. Yeməklərdən, tədrisdən, qiymətlərdən söz salmışdılar. Sonra əllərini yumaq üçün zaldan çıxanda Şəhla Rəyli xanımın telefonu ilə sevgilisi Həsənə zəng edib 2-3 kəlmə danışmışdı. Onda Rəyli xanım xəbər tutmuşdu ki, qardaşı mobil telefon gəzdirməyi və sevdiyi oğlanla Həsənlə görüşməyi Şəhlaya qadağan edib. Şəhla qardaşının əlindən əsla gün görməmişdi. Olduqca gözə gəlimli olmasına, ona azadlığına tam məhdudlaşdırılması bahasına başa gəlmişdi. Həm yaşadıqları mikrorayon həyətində, həm oxuduğu məktəbdə Şəhlaya oğlanlarla kəlmə kəsmək yasaq idi. Hətta evə qonaq qara gələndə, məclislərdə qohum-əqraba ilə üzləşəndə belə Şəhla başını aşağı salıb ünsiyyətdən vaz keçməli idi. Şəhla qardaşı tərəfindən qoyulan qadağalara həmişə əməl eləmişdi, bu cür yaşayış tərzi onun həyat normasına çevrilmişdi. Ta müəllim işlədiyi məktəbdə Tali onu Həsən adlı gənclə qarşılaşdırana qədər. Özündən 3 yaş böyük olan Həsən idman müəllimi idi. Nədənsə ətrafdakı hər bir kişi cinsinin nümayəndəsini özündə potensial düşmən görən Şəhla Həsəni görcək donub qaldı. Dili söz tutmadı. Üzünü xəfif qızartdı, çöküntü. Bir müddət onun gözlərinin içinə baxdı. Şəhla öz sinfinə 2C-yə dərs deyib evə qayıdırdı. Kəsə yolla gedib məktəbin stadionuna keçəndə top arxadan ona çırpılmış, futbol oynayan şagirdləri heç üzr istəmədən, heç nə olmaymış kimi oyunlarını davam etdirmişdilər. Amma üzrü onların əvəzini müəllimləri istəmişdi. Yaxınlaşıb bu gözəllər gözəlinə "Siz Allah bağışlayın, bilməyərəkdən oldu" söyləmiş, bir müddət key-key onun ala gözlərinə tamaşa eləmişdi. Eyni məktəbdə işləsələr də ilk dəfə idi qarşılaşırdılar. Yarımqaçaraq həyatı Şəhlanın tersi Həsən üçün yox, kollektivin əksər kişi üzvləri üçün məlum olduqda isə tam əlçatmaz birinə çevirməkdə idi. Tanış oldular, söhbətləşdilər. Həsən Şəhlanın stadionun başınaca müşayiət elədi. Şəhla nə etdiyin fərqinə varsa belə, qardaşı xəbər tutacağı təqdirdə başına nə bəlalar gələcəyini təxmin etsə də, özü ilə bacara bilmədən Həsən ilə qoşa addımladı. Həmin gündən Həsən Şəhlanın gözlərində bitdi. Qulaqlarında əks olundu, ürəyin qapılarını necə açıb daxil olduğusa bir daha çıxmaq bilmədi oradan. Bacısının idman müəllimi ilə münasibət qurması xəbərini Elnur müəllim çox keçməmiş aldı. Şəhla bunu inkar etsə də onu vurdu. Növbəti dəfə isə öz çuğullarından Şəhla ilə Həsənin əməlli başlı sevdiklərini eşidib qızı amansızcasına döyübmüş. Həsənin üstünə isə bıçaq çəkərək bir də o qızın adını çəksən özünü ölmüş bil xəbərdarlığı edibmiş. Şəhla Rəyli xanımın görüşənməz qardaşının növbəti zorakılığından sonra gəlmişdi. Çıxış yolunun olmadığını, Həsənsiz yaşayamayacağını, intihar edəcəyini bildirmişdi. Şəhla ilə yaxınlaşdıqca Rəyli xanım onun gözəl xasiyyətini dərindən düşünmə, qavrama özəlliyini duymuş, içində bulaq kimi çağlayan sevgi duyğularını, saflığına və təmizliyinə tam əmin olmuşdu. Şəhla patriarxal qayda qanunları hökm sürdüyü bir ailədə indiyədək tam buxovlansa da, bu buxovlardan yaxa qurtarmaq zərurətini indi bütün çılpaqlığı ilə hiss edirdi. Artıq bir neçə dəfə qardaşının sözü qarşısında söz də demiş, onun üzünə ağ olmaq cəsarəti də bulunmuşdu. Şəhlagil atalarını erkən itirmişdilər. 3 bacı idilər. Bir qardaş Şəhla bacıların ən kiçiyi idi. Yaşca hamıdan böyük olan Elnur məktəbli ikən evə qazanc gətirməyə məcbur olmuşdu. Anaları boru yayma zavodunda işləyirdi. Maaşı o qədər də yüksək değildi. Ailəni dolandırmaq üçün çəkməyə anası ilə bərabər Elnur da məcbur idi. Gecədən səhərə kimi pullu dayanacaqda növbətçilik eləyir, avtomobillərə keşik çəkirdi. Gündüzlər isə yarı yuxulu halda dərsə gedib gəlirdi. Həmin dönəmlərdə Elnur güləşə gedirdi. Şəhər çempionatında yüksək nəticəsi vardı, amma yeni həyat rejimi onu idmana atmağa məcbur etmişdi. Ali məktəbə daxil olduqdan sonra isə o həm oxumuş, həm də işləmişdi.
Bacılarını sıxıntı çəkməyə qoymamışdı. İki bacısından gəlin köçürmüşdü. Babat cehizlə, toy şənliyi ilə qızlar qapılarına gələn elçilərdə ən münasibətlərini qismət olmuşdular. Gələcək həyat yoldaşlarını tanımadan, görmədən gəlin köçmüşdülər. Elnur üçün münasib elçi anlamına normal güzaran, köklü ailədən çıxmaq, zərərli vərdişlərin olmaması kimi faktorlar daxil idi. Özləri Qarabağ bölgəsində Laçınlı idilər. Əslən Şimal bölgəsində Qubadan olan Sumqayıtda kirayədə yaşayan kiçik müəllim büdcəsi ilə dolanan birinə Həsənə qız vermək Elnurun ağlasığmaz görünürdü. Ona görə də Şəhla göz yaşı tökərək Rəylə xanımı gözləyirdi ki, indi insanlar içi mənim qardaşım, qarışıq insanlara yox, əşyalara güvənirlər. İndi mənəvi olan maddi olanın ayağına verilir. Sual edirdi ki, hər gün gördüyü acı reallıqdan yaşadığı dərd aləmin fəsadlarından qurtulmağın bircə yolu yalnız kör və yaddaşsız olmağındandır. Şəhla əllərini göyə açıb imdad diləyirdi. Yayın yaşıl yağışını istəyirəm. Ona bələnib üz gözündə su damcılarının axmasını, ona bölünüb gül çiçəyi, ot ələf ətirli yaşıllaşmağımı istəyirəm. Nə olar, mənə yağışlar yolla, Tanrım mənim deyib xoşbəxtliyin yolunu gözlərdi. Rəylə xanım hər dəfə Elnur müəllimi böyüb nəsiyyət verərkən, özünün yaşda böyük olmasını, həyatın hər cür ağrı acısını görüb yaşamasını əsas gətirirdi. Deyirdi, böyük sözünə qulaq as, haqsızlığa rəvac vermək olmaz. Hərçənd son vaxtlar get-gedə daha çox əmin olurdu ki, zaman insanları sürətlə dəyişməkdədir. Xeyr, güc olmaq üçün min bir əziyyətə, məşəqqətə qatlaşır, amma şər özlüyündə elə gücdür ki, var. Bu səfər öncəsi Şəhla ilə xeyli danışmışdılar. Rəylə xanım 11-cilərə hara apardığını Şəhlaya söyləmişdi. Murad Nur barədə də danışmış, onun qələmə aldığı bir-iki sevgi əhvalatını söyləyərək bunlardan xeyli təsirlənən qızı əmin etmişdi. Bu səfərləri hər bir şagirdin həyatında izlər buraxacaq, ən əsası da Elnurun başının ağıl qoymaq üçün bir tutulqa olacaq. Rəylə xanım fürsət düşərsə bu səfər zamanı, düşməzsə də başqa bir münasib vaxtda Murad Nuru öz layihəsi ilə tanış etmək istəyirdi. O əmin idi ki, bu xeyirxah insan onun bu qeyri-adi arzusunu müsbət qarşılayıb, himayədarlar tapmaqda köməyini əsirgəməyəcək. Bu uşaqlar görcə adam özü də uşaq olmaq istəyir. Kaş zaman maşını çox yox, ayda bircə gün insanı geriyə aparaydı. Bir ayın bir günü körpəliyə, o bir ayın bir günü uşaqlığa, növbəti gələni yeniyetmənliyə, sonraki gəncliyə. Necə gözəl olardı doğma məktəbə qayıtmaq, yenidən parta arxasında, divar tərəfdən 3-cü partadan, pəncərə tərəfdən 1-ci partada oturan sevdiyimi tamaşa etmək. Onun hərdən saçlarını əli ilə sığal çəkib geriyə mənə sarı boylanması, üzündə qəribə bir maraq ifadəsi, sanki nə olub, nə xəbərdir soruşması var idi. Heç bilməzdim hansı dərsi, hansı müəllimdir, nə danışılır, nə baş verir. Bütün diqqətim sevgilimdə olardı. Qəribəsi bilirsiniz nə idi? Sevgilinin adı doğrudan da sevgili idi. Sanki onun dünyaya gətirən valideynləri bu adı mənim üçün qoymuşdular. O necə incə idi, zərif idi. Danışanda sözləri o qədər naz qatırdı ki, baxışı nə idi, duruşu nə idi? Addımlayanda sanırdım, ürəyimin başı ilə addımlayır. Hər addımı içimi titrədirdi. Həm də necə xeyirxah, ürək açıq idi. Bir də görürdün, şüvalandakı bağlarından bir dolu zəmbil əncir gətirdi, üzüm gətirdi, bizlərə payladı. Sürücünün arxasında oturan Nigar sevgilimə necə də bənzəyir. Bayaqdan gözümün onda çəkə bilmirəm. İnsan da insana bu cür bənzəyərmiş. Sanki bir almanı iki yerə bölüblər. Fikirləri də gözəldir, safdır. Bayaq çayxanada mübahisə düşəndə necə dedi? Sevmək məcəl günahdırmı? Valideynlər niyə öz balalarının xoşbəxtliyini pulla ölçürlər? Sonra da inkarçı Elnur müəllim deyəndə ki, Ayla Əfəl şairi uyub bütün nəslin adına batırdı, yerindən necə dik atıldı. Sevmək ad batırmaqdır, deyib üsyan etdi. Amma heç onu o oğlana rəva bilmirlər. Rəşaddır, nədir adı? Sanki köntöydür, yonulmayıb. Heyif o qızdan. Şarjım nə qədərdir? 55%. Yaxşıdır. Keçirik sevginin sonu mövzusuna. Mənim üçün ən ağrılı olan mövzuya. Britaniya sosioloqları isbat ediblər ki, uğursuz sevgi öz mənfi fəsadlarını kişilərdən daha çox qadınlara göstərir. Qadınlar ayrılığa qarşı çox dözümsüz olur, stres, depressiyaya yaşayırlar. Bu çoxluq üçündür. Bir fərd kimi isə mən də bu cür alınmayıb.
Mənimlə bağlı vəziyyət tam başqadır. Mən qəzaya uğrayan təyyarədən, gəmidən evakuasiya olunmaqdan könüllü şəkildə imtina etmişəm. Amma Ayla o ki toy evindən qaçıb avtoservisə gəlmişdi, gərək İsmail onda qızı geri qaytaraydı. Bu adam necə sadəli olub ki, belə bir rüsvayçılıqdan sonra bu qızla xoşbəxt yaşaya biləcəyini hələ də inanıb. Gərək hər məsləhətdə, hər öyüd nəsihətdən sonra yazım ki, müəllif özü bunları riayət etmir, daha doğrusu riayət etməyi bacarmır. Necə yəni? Axı hamısı deyil. Hər bir aylığın öz səbəbləri olur. Səbəbə istinad etmək sevgi yarasından qurtulmağa xidmət edə bilər. Beləcə, hər bir səbəbə ovundurucu və təsəlli verici şərh vermək, öz balını güngülləşdirmək mümkündür. Niyə də belə etməyəsiniz ki? Nə gizlədim? Bəzən ayrılığa elə bir şey səbəb olur ki, bu səbəbə nə ovundurucu və təsəlli verici şərh verə bilirsən, nə də öz halını yüngülləşdirmək mümkün olur. Əslində dərdin irisi xırdası olmur. Adamı incidəni olur, bir də adamı öldürəni. Səfər Qasımzadə dərddən öləcəyini zənn edirdi. Həkimlər gəlib gedirdi, ona əlac edə bilmirdilər. O özü gözəl bilirdi əlacı nədir. Gör bir ona nə qədər zərbə dəymişdi. Əziz Abbasbəyli ilə qohum olmağa hazırlaşarkən, bu qohumluğun perspektivlilərini saf çürük edərkən, vəzifə pillələrini bir addım irəliləyəcəyini ya da ki, ən azı kommersiyaya fəaliyyətində əlavə dividendlər qazanacağını proqnozlaşdırarkən, həyatı birdən-birə alt-üst olmuşdu. Ömründə heç vaxt düz əməli sevinə bilməmişdi. Bircə balasının toyunda bəxtəvərcəsinə qol götürüb oynaması, yeyib içməsi burnundan gəlmiş, haram olmuşdu. Nəvəsini bulvara aparmaq arzusunun gözündə qalmışdı. Adları çəkilərkən ətrafdakıları tir-tir əstirən kriminal liderlərlə, qılıncların dalı da, qabağı da kəsən vəzifə adamları ilə kəllə-kəlləyə gəlib onların yerində oturdan, qorxu nə olduğunu bilməyən Səfər Qasımzadə indi əsl nəcabətini bilinməyən hansısa gədənin qabağında əyilmiş, onun sayəsində nüfuzunu itirmişdi. Hətta arada düşünürdü ki, o gədə bu işləri öz başına, öz xoşuna görə bilməz. Yəqin indiyədək yolu kəsişdiyi düşmənlərindən birinin bu işdə əli var. İndi əlləri əsə-əsə ürək damarlarını qəbul edərkən, o tam əmin idi ki, o kiçik əlinə keçsə, bu əsən əlləri ilə elə onu diri-diri boğub öldürər. Telefon zəng çaldı. Natəvan xanım dəstəyi götürdü. Yenə də sona idi. Dişin dibindən çıxana dedi. Elə bilirsən o şortu qızının ağ günə çıxacaq, onun ailəsini elə dağıdacaq ki, özünüz də afərin deyəcəksiniz. Natəvan xanım dəstəyi asmaqla canını qurtarmayacağını gözəl bildiyi üçün ötən dəfələrdə dediyi sözləri yenidən təkrarlamalı oldu. Sona bacı, siz düz fikirləşmirsiniz. Mən də, Səfər də Aylanın belə iş tutmasından narazıyıq. Nəinki narazıyıq. Səfər hətta onlarla düşmənçilik də eləmək fikrindədir. Natəvan gözləri doldu. Dinləmək bacarığı olmayan qarşı tərəfin növbəti təhqirlərindən sonra dəstəyi qoyub hönkürdü. İndi də mobil telefon zəng çaldı. Bu yeni cihaz Səfər Qasımzadə ötən ay alıb gətirmişdi. Səfər Qasımzadə səbirsiz halda telefonu arvadının əlindən alıb qulağına qoydu. Alo, hə, de görək, görüblər, harda, Sumqayıtda, bəs niyə tuta bilməyiblər? Tam əmin olmayıblar, ha kişi, nə əminlik, bu nə axmaqlıqdır. Mən demədim ki, azacaq şübhələndiklərindən yapışsınlar. Yaxşı, indi bəs necə olacaq? Bura bax, gör nə deyirəm. Bütün şəhəri ayağa qaldırın, anladın? Hər yerdə elan eləyin. Kim onları tutub mənə təhvil versə, ona $5000 verəcəm. Eşitdin? Ayla ilə İsmail şəhəri səhəri diri göz açdılar. Hava işıqlaşan kimi ayın oyunlarını yığdılar və sonra gedəcəyi. Aylanın bu sualın cavabı İsmaili artıq gecədən hazırlamışdı. Milli orduda əskərlikdə olanda Zakir adlı oğlanla dostlaşmışdım. Onlar da dar günün dostlarıyıq. Sınanılmış adamlardır. Həm də Usta Ağa Səlimin bacısı oğludur. Özünü bilirsən ki, Usta Ağa Səlim mənə atadan da yaxındır. Mərəzə tərəfdə yaşayırlar. Elə yerdə ki, heç kim bizi tapa bilməz. Ayla titrək səslə dedi. Mən qorxuram. İsmail onu qucaqladı. Qorxma, yanındayam. İki günlük sığınacaqlarına əlvida deyib evdən çıxdılar. İsmail Buludlu diqqətlə ətrafa baxdı. Cibində hazır saxladığı bıçağın tiyəsini əlində bir anda buraxmadı. Ürəyini danmışdı ki, düşmənlər burada onları gözləyirlər. Ancaq şübhəli heç nə yox idi. Dayanacaqda düzülmüş şəxsi maşınlar yaxınlaşıb gedəcəkləri istiqaməti bildirdilər. Ağ rəngli bir 06-nın sürücüsü münasib qiymətə getməyə razılıq verdi. Maşın Sumqayıtdan çıxıncaya qədər yenə də gəlincəyini büküb sinəsinə sıxmış Ayla qorxusundan o yan bu yana çıxıb baxırdı.
Ürəyinin bərk-bərk döyüntüsünün beynindəki qaraqura fikirlərə qarışıb onu üzürdü. Yalnız şəhərdən çıxandan sonra bir qədər rahat nəfəs almağa başladı. İsmail də xeyli toxtamışdı. Zarafat eləyir, xəyallar qururdu. Deyirdi kişi mənim döydürməyinə peşman olacaq. Bizim birlikdə necə xoşbəxt yaşadığımızı görüb, bağışlı oğlum deyəcək. Deyirdi kişi bizimlə barışmağın şərəfinə ailəmizə toy hədiyyəsi kimi cip hədiyyə edəcək. İndi ən yaxşı cip Opel Frontera hesab olunur. Kişiyə deyərək bizə Opel Frontera bağışlayır. Sonra da maşın ustası olmasına qabardaraq cipin mühərrikinin gücündən, sürət ötürücüsündən uzun-uzadı danışdı. Səfər Qasımzadə adamları İsmailin gedə biləcəyi ünvanları təxmin etmək üçün dəridən qabıqdan çıxırdılar. Onlardan bir neçəsi səhər ertədən növbəti dəfə avtoservis müəssisəsinə tərəf buyurmuşdu. Qarnına dəyən növbəti təpikdən sonra usta Ağasərin bir xeyli yerində qovruldu. Onu döyən iki qırxıq başdan biri yaxınlaşıb yaxasından tutaraq kişini ayağı qaldırdı ki, yenidən vursun. Ağasəlim ağız burnundan qan axa-axa imdad dilədi. Ay bala, atanız yaşlı kişiyəm. Məni qanıma qəltan eləməyin. Allaha and olsun ki, onun yerini bilmirəm. Quran gətirin əl basım. Qırxıq başlardan biri ətrafa yığılıb onları seyr edən müəssisə işçilərin üst tutdu. Eşidin. Kim o küçüğünün yerini desə, ona kimin göy veriləcək. Başa düşdünüz? Usta Ağasəlim yaxanın əlindən bıraxmayan qırxıqbaş gözlərinin içinə dimdiyib baxıb təkrar etdi. Başa düşdün? Usta Ağasəlim zarıya zərə. Başa düşdüm, dedi. Yol boyu sıralanan alçaq daxmalara, mal qoyun sürülərinə baxdıqca Aylanın qeyri-ixtiyarı dodaqları qaçırdı. Axı o heç vaxt belə kənd mənzərələri görməmişdi. Hər yay tətilində nə illah eləmişdisə, atasını onu öz rayonlarına aparmasına razı sala bilməmişdi. Aa, İsmail, ata bax. Uy da, İsmail, nə boyda itdi o? İsmail, gör nə böyük qoyun sürüsüdür. İsmail Aylanın bu uşaq səmimiyyətini gülümsəyib onu özünə bərk-bərk sıxırdı. Deyirdi, inşallah vəziyyət düzəlsin, ara sakitləşsin, səni rayonumuza aparacağam. Ailəmlə tanış olacaqsan. Qaynananla, qaynatanla, baldızlarınla, qayınlarınla, deyirdi, onlar bir gözəldir ki, hər yan bağ-bağat, gül-çiçək. Ayla Aytəkin görüb görməyəcəyini də soruşdu. Dedi, sanki onu o cür vəsf eləmsən. Çox istəyirəm o gəzəlliyi öz gözlərimlə görüm. İsmail də sevdiyini əmin etdi ki, Aytəkin ona baxmış fikirlər kifiridir. İki polis postundan keçdilər. Hər ikisini yol polisi işçiləri onlara bir xeyli süzüb, sonra buraxdı. Ayla gəlinciyi qəsdən büküb körpəyə oxşatmamışdı. İzi azdırmaq, təqibdən yaxa qurtarmaq variantı deyildi bu. Sadəcə onu instinktlər idarə edirdi həmin anlarda. Saat 11-ə qalmış gəlib kəndə çıxdılar. Soraqlaşa Zakirgilin evini tapdılar. Sürücü onları alçaq çəpərli bir mərtəbəli evin qarşısında düşürüb pulunu alaraq getdi. İsmail üzünü evi tutub Zakirə səslədi. Zakir, ay Zakir. Qapı cırıltı ilə açıldı. Şağla bürünmüş yaşlı qadın tanımadığı bu adamları, xüsusilə Aylanın qucağındakı körpə heyrətlə baxıb soruşdu. Kimsiz? Kimi istəyirsiniz? İsmail dilləndi. Ay xala, qıraq adam deyilik. Zakirin əsgərlik yoldaşıyım. Bakıdan qonaq gəlmişik. Həm də Ağasəlim bir yerdə işləyirəm. Qadın onları içəri dəvət etdi. Gəlin, ancaq Zakir burada deyil, Rusiyyətdədir. İsmaillə Ayla kəsib torpaq qoxusu verin otağa keçdilər. Otaqda soba yanırdı, qızındılar. Qadın götürüb torpaq qabaqlarına çay qoydu. Siz də mənim öz balam. Qəndimiz yoxdur, çayı yavan üçün. İsmail dilağız elədi. Eybi yox ay xala, biz qıraq deyilik ki. Qadın köks ötürdü. Başınıza dönün, bura çox könüldən İraq yerdir. Dolanışıb yoxdur. Anası ölmüş, Zakir də onun üçün gedib Rusiyyətə. Elə olur, günlərlə yavanlıq tapırıq. Ailə söhbətə qoşuldu. Ay xala, bizim pulumuz var. Çıxıb ayın oyunu alarıq. Qonaqlar həyət bacaya tamaşa edəndə qadın fürsətdən yararlanıb dərhal telefona yaxınlaşdı. Bakıya sifariş verdi. 10 dəqiqədən sonra onu Bakı ilə calaşdırdılar. Alo, qadalarınızı alaram. Ağasəlim gildəndir. Nə tərsiz? Ağasəlim yoxdur, işlədir. Bala, aton gələndə de ki, sənin adından bura İsmail adlı bir oğlan gəlib. Böyründə də bir qız. Soruşur, elənçili adam tanıyırmı? Ürəyim narahatdır. Zakirin adını veriblər. Deyirəm, birdən həlləm-qəlləm adam olarlar. Ağasəlim oğlu İsmail'i yaxşı tanıdığını, atasının dostu olmasını söyləyəndə qadın xeyli rahatlandı. Günortaya yaxın İsmail'la Ayla evdə çıxıb yol avtobusu ilə Mərəziyə bazarlıq etməyə getdilər.
Qadın onların qayıdıb gəlmələrini bir həvəslə gözləyirdi ki, yəqin yaxşıca bazarlıq edəcəklər. Nə vaxtdır bu evdə çay içməyə qənd yoxdur. Ət üzünə də həsrət qalmışıq. Bu qəfil qonaqlar imkanlı adamlara oxşayırlar. İsmaillə Ayla onları atıb tutan narahat, alabaş avtobusla mərəzəyə gəlib bazarlıq etdilər. Bazar deyəndə talvanın altında 5-6 adam kənd təsərrüfat məhsulu düzüb satırdı. İsmail narahat, yorğun və qəmgin olan Aylaya bu rayonun öz şoru ilə tanındığını bildirdi. Burada yaşadıkları müddətdə şor yeməkdən şora dönəcəklərini söylədi. Ancaq Ayla onun bu zarafatlarını etinasız qarşıladı. Şor, təndir çörəyi, kəlləqənd, kərəyağı, quzu əti, kartof soğan aldılar. Başqa bir alabaşla kəndə qayıtdılar. Onlar darvazadan içəri keçəndə ev sahibəsi telefonla danışırdı. Saxlayım, qadalarımı alaram. Onlara saxla deyirsən saxlayaram. Nə bilim, xeyli onlar gediblər. İndilərdə qayıdıb gələrlər. Oldu. Özün zəng gedərsən. Telefonu daqqıldaya yerinə qoyub kəndara çıxanda gəndlər görəcək. Gəldiniz, nə bazarlıq elədiniz? Qadın belə söyləyərək üzünə gülümsər ifadə verdi. Birazdan xörəyin ətri otağı bürümüşdü. Hamı səbirsizliklə bozbaşın bişməsini gözləyirdi. Ayla narahatçılıq içində qovrulurdu. Qadının telefonla danışarkən söylədiyi sözləri saf çürük eləyirdi. Qadınla danışan şəxs çox güman ki, Ustağa Səlim idi. Ya qadına deyirdi ki, gələnlər çox hörmətli, qiymətli adamlardır, onları yaxşı saxla, yəni onları yaxşı bax, ya da xəbərdarlıq edir ki, onlar axtarışdadır, tut saxla, qoyma harasa getsinlər. Ayla özünü inandırmaq istəyirdi ki, birinci variant reallığı daha çox uyğundur. Ayla sonradan BBC-nin həmin an özünün tunelə girib orada hərəkətsiz qalmış qatara bənzətdiyini söyləmişdi. Avtobus irəliləməkdə idi. Elnur müəllim fasilədən yararlanıb şagirdləri sorğu-sual edirdi. Kim neçə olacaq və nəyə görə? Mən iqtisadiyyat üzrə seçim edəcəm. Məncə bu sahəyə tələbat böyükdür. Əmtəşünaslıq da ola bilər, mühasibat uçutu da. Mən Malikdən fərqli olaraq diplomat olmaq istəyərdim. Marağım böyükdür bu peşəyə. Səfir olmaq, yaxud konsul olmaq, nə bilim attaşe olmaq uşaqlıqdan ən böyük arzumdur. Hətta Xarici İşlər Nazirliyində daydayım da var. Düzə heç bilmirəm nəçə olacağam. Görək də. Prokuror olmaq istəyərdim. Atamla anam məni bu peşəyə yönəldiblər. Qanunun keşiyində durmaq, qanunsuzluq edənləri cəzalandırmaq. Bundan maraqlı nə ola bilər? Tural, heç səni prokuror kimi təsəvvür edə bilmirəm. Təbii ki, mən özüm neft sektorunda çalışmaq istəyərdim. Ölkənin taleyi, bugünü, sabahı neftlə bağlıdır. Nədə də olmasa, bu sahədə həmişə çörək var. Mən rəngsaz olmaq istəyirəm. Niyə gülürsünüz? Küt alim olmaqdan ixtisaslaşmış təcrübəli rəngsaz olmaq məgər pisdir? Bakıya yek ustalardan sayılan dayım mənə nümunədir. Onun kimi mən də FAB Akademiyasına daxil olacam, rəngsazlığın sirlərini öyrənəcəm, sertifikat alacam. Sağ ol Əmiri, bu səmimiyyətinə görə fikir verirsiniz, heç kəs müəllim demir. Vaxtı yaşımızda süsən də, mən də müəllim olmaq arzulayırdıq. Amma indi bax, siz müəllimlərimizin ağır əmək müqabilində qazandığınız qəpik quruşu görüb, ikimiz də fikrimizdən daşınmışıq. Biznesli də olmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq böyük pullar qazanmaq, güzəran qurmaq məramım budur. Həkim olmaq istəyən də yoxdur, hə? Amma mən həkim olmaq istəyirəm. Pediatr. Anam, nənəm tanınmış pediatrlardır. Biz də bu yolu nəsillikcədir. Məryəm İraq olsun, uşaqlarımız xəstələnəndə onları da elə özün müalicə edərsən. Mən isə yol polisi olacam. Bəli, qonşuluqda bir yol polisi var, yalan olmasın, 3 bahalı maşını var. Dostum Fikrət burada olmadığı üçün onun da seçimini deyirəm. Fikrət gömrüdə işləmək arzusundadır. Mən isə jurnalist olmaq istəyirəm. Bəli, mən nigar ünlü bir jurnalist olmaq istəyirəm. Prezidentlərdən müsahibə götürmək, qaynar nöqtələrdən, təbii fəlakət ocaqlarından reportajlar hazırlamaq, milyonlarla oxucu olan köşə yazarları yazmaq, indi jurnalistika gözdən düşüb. Amma mən bu mənfi halla mübarizə aparmaq əzmindəyəm. Tunelə girən qatarla tuneldən çıxan qatarın yeganə fərqi zamanın kiçik bir kəsimindən ibarətdir. O kəsim hətta kəsim sözünün tələffüzünü ayırdığım vaxtdan belə kiçikdir. Ancaq nədənsə tunelə girən qatar uzun yolu başlanğıcındakı kimi göründüyü halda tuneldən çıxan mənzil başına yaxınlaşan kimi görünür. 2000-ci ilin yenicə qədəm qoymuşdum. Onda qış tətilində dönmüşdülər. Yanvarın 11-i idi. Rəylə xanım direktorun tapşırığı ilə şəhər təhsil şöbəsinə getmişdi. 20 yanvar faciəsinin 10 illiyi ilə bağlı tədbirlər planı təsdiqlənirdi. Məktəbə qayıdanda eşitdiyi ki, bir kişi xeylağı gəlib tədris hissə müdüründən onu soruşub.
Çox təəccübləndi. Kim ola bilər axı? Hesabınca xəbərsiz qəflətən gəlib onu iş yerində axtaran bir kişi olmamalı idi. Ürəyi bərk-bərk döyünə-döyünə tədris hissə müdirinin kabinetinə daxil olub, onu axtaran şəxsin əlamətlərini soruşanda gözləri qaraldı, səntirlədi, divardan tutası oldu. Saçları çallaşmış arxaya daranmışdı. Sağ yanağında da çapıq var idi. Anar saat 3-ün yarısından gəlib onu soruşubmuş. Görəsən niyə gəlibmiş? Xəbərsiz ətərsiz etdiyi bu uzun illərdən sonra nəyi dəyişmək istəyirmiş? Onsuz qalıb uçulub dağılmış dünyanı bərpa eləməyimi gəlibmiş? Yoxsa sadəcə dağıntıların müşahidəçisi olmağa mı? Özünə qarğadı ki, niyə təhsil şöbəsinə getdi? Ürəyində direktoru məzəmmətlədi ki, niyə məhz onu göndərdi oraya? Bu gündən sonra bacardıqca iş gününün axırınadək məktəbdən çıxmamağa çalışdı. Hər dəfə saat 3-ün yarısı olanda isə yollarda qalan gözləri bərk-bərk döyünən ürəyi ilə bircə onu dünyanın ən əziz sandığı adamını görəcəyini köklədi. Ancaq Anar bir də heç vaxt gəlmədi. Bu qəfil gəlişin sirri açılmadı. Bir dəfə Ayla ondan soruşmuşdu ki, niyə unuda bilmirsiniz Anarı? Demişdi ki, axı ailənizdən razısınız, xoşbəxt olduğunuzu iddia edirsiniz. Həyat yoldaşınız sizi heç vaxt acılamayıb, xətrinizə dəyməyib, bir sözünüzü ikiləməyib. Bununla belə Anarın adı çəkiləndə niyə tir-tir titrəyirsiniz? Həmin gün kafeteriyada ikilikdə əyləşmişlər. Ayların çox xoşladığı eklər pirojnası ilə südlü qəhvə içirdilər. Rəylə xanım ürəyinə yük olan və indiyə kimi heç kəsə açıb söyləmədiklərini söyləyəsi oldu. Öncə bir kəlmə dedi. Dedi ki, ürək ağ vərək, İlk sevgidə ilk yazıdır. Yazıldısa deməli pozulmayacaq. Sonra da şərh verdi. Sözləri muncuq-muncuq sapa düzdü. Ayla da ağzını açıb onu dinlədi. Qəhvə bumbuz oldu, pirojnalar unuduldu. Necə ki, işıqlı dünyaya bir də ölümə bircə dəfə qapı açılır, eləcə də qadın sevgiyə cəmi bircə dəfə qapı açır. Tək bircə dəfə. Əgər gəlsə belə, sonraki ən yaxşı halda pəncərədən soxula bilir. Qızlar özlərini dərk edən gündən sevib sevilmək arzusu ilə yaşayırlar. Xəyallarında yaratdıqları o qarşı tərəfi elə ideallaşdırır, elə ucaldırlar ki, sanki özlərinin ikinci yarılarını görürlər. Hər bir qız ona nəzər yetirən oğlanların içindən özünə ən münasibini seçir, seçiminin yanlış olub-olmadığını müəyyənləşdirmək üçün sınaqlara başlayır. Amma bu sınaqda həmişə oğlan qalib olur. Çünki qız çox nadir halda seçdiyinin yanlışlıqlarını görə bilir. Elə düşünür ki, sevdiyinin səhvi əsla yoxdur, ola da bilməz. Sevdiyi oğlan xəyallarının sahibinə çevrilir, ondan ötürü əsl qəhrəman olur, güclü olur, ağıllı olur, ən romantik sevgili olur, ər olur, uşaqlarının atası olur. Sevdiyi tamamilə onun ruhunu hakiminə dönür. Belə bir xüsusiyyət var. Hansısa geyimi ilk dəfə hara geyinmisənsə, hər geyinəndə oranı xatırlayırsan. Bir filmi ilk dəfə kiminlə və haradasa izləmisənsə, musiqini kiminlə və harada dinləmisənsə, İllər keçsə də belə, o filmə təkrar baxanda, o musiqini təkrar dinləyəndə, o ilk adam, o ilk məkan mütləq xatırlanacaq. Özünün qızlıq həyatını, bütün arzularını ruhən, cismən ilk olaraq paylaşdığın birini axı necə unuda bilərsən? O öz möhürünü qəlbinə vurur, ilk olaraq vurur. Möhürünü dərinə çökmüş mürəkkəbini ha silsən də təmizləyə bilmirsən. Sənin hissiyatın, sevə bilmək bacarığın onun varlığında üzə çıxıbsa, bu varlıq əsla unudulmaz. Sonraki həyatında sən yalnız ondan bir parça tapmağa çalışacaq, daim onun iniltisini, sızıltısını hiss edəcəksən. Hətta o pis olubsa, yanlışlıqlara yol veribsə, səni incidibsə, ondan sonraki seçimini daha düzgün olubsa, belə yenə də onu unuda bilməyəcəksən. Lap nifrətlə, sonra həsrətlə, nəhayət yenə də sevgi ilə xatırlayacaqsan. İstəməsən belə xatırlayacaqsan. Qırxıqbaşlar tərəfindən döyüləndən və kim o it küçüyünün yerini desə ona $2000 veriləcək xəbərini eşidəndən sonra ağrıyan qol qabırğasını evdə məlhəm sürtmüş usta Ağasəlim bacısının onlara zəng etməsi xəbərindən heyrətlənmişdi. Bu xəbər onun üçün tam gözlənilməz olmuşdur. O ağlayan həyat yoldaşına bacısının nömrəsini sifariş verdirməyi tapşırıb onunla danışmış, İsmailin rəisin qızı ilə həqiqətən də gedib mərəzəyə çıxmasına əmin olmuşdu. Öncə İsmailə ələ vermək fikrini yaxına belə buraxmayan kişiliyi $2000-dan qat-qat yüksək tutan Ağasəlim sonradan gözünü tavana dikərək vəziyyəti sat-çürük etməyə başladı. Ağasəlim gözəl bilirdi ki, Qasımzadə İsmailgilin onun bacısının evində sığınacaq tapmasından xəbər tutanda bunu ona heç vaxt bağışlamayacaq. Düşmənli olmaq çox pisdir. Evində qız uşağı var idi. Qasımzadədən nə desən gözləmək olar. Xüsusən iş yoldaşı Razinin zəngindən sonra
Ağasəlim lap qorxmuş, ürək göbəyini yemişdi. Xəbərim var xəbərdən. İsmailin ata-anasını, bacı-qardaşını Qasımzadə Bakıya gətirib. Hamısını içəri bastırıb. Deyirlər kişinin gözü qarşısında arvadını, qızını təhqir ediblər. Ağasəlim bu xəbərdən xeyli mütəəssir oldu. Aylanın atasını qınadı. Yəni sevmək beləmi günahdır ki, insana bu qədər zülm verirlər? Həyat niyə bu qədər qəddardır? İsmailə lap yazığı gəldi. Bu neçə ildə ona atalıq etmişdi, isinmişdilər. Böyük kiçiyin yerini bilən İsmail həmişə onun sözünü eşitmişdi. Borclular başının üstünü kəstirəndə neçə dəfə İsmaildən ümumi qazandıqları pulların bölgüsündə güzəşt görmüşdüm. Amma nə etmək olardı? İndi nə baş verirdisə, İsmailin əksini idi. Zaman hazırda onun əleyhinə işləyirdi. Borcunun içində itib batmasını, təmirsiz evlərini danması, qızını ərə vermək üçün cehiz ala bilməməsi də doğma balası kimi sandığı şəxsi rəisə təhvil vermək üçün usta Ağasəlimin gəldiyi qərarına sonradan təkan verdi. Düşündü onsuz da rəisin əli uzundur. Yerin deşiyində də olsa axtarıb İsmaili tapacaq. Ya da hansısa bir harın adam onun yerinə nişan verib pulu sahib olacaq. Elə özü ola bilməzmi həmin adam? Allaha yalvardı ki, bunu günah kimi ayağına yazmasın. Və axırda hətta onu da fikirləşdi ki, bəlkə elə İsmail ələ vermək İsmailin özünün xeyrinə olacaq. Uzandıqca uzanan məsələ nə qədər tez çözülsə, daha yaxşı deyilmi? İsmailin qəfildən çıxıb gedə bilməsinin qarşısını almaq üçün bacısı ilə zəng edib bacısı ilə danışandan sonra tam arxayınlaşmaq üçün İsmailin özü ilə də danışdı. Ağasəlim onun səsini eşitsək lap kövrəldi. Oğul, bu nə işdə açdın başımıza? Məni də döyüblər, qabırğalarım sınıb, yataqdayam. Sən orada qal, heç yerə tərpənmə. Ən təhlükəsiz yer oradır. Bir-iki günü özüm də gəlib sənə baş çəkəcəm. İsmailin mərəzədən heç yerə getməyəcəyinə əmin olduqdan dərhal sonra göz yaşları heç cür saxlaya bilməyərək Səfər Qasımzadənin köməkçisinə zəng etdim. Qısaca olaraq İsmailin yerini söylədi. Sonra da ürəyini tutub xeyli ovuşdurdu. Sən də yer tapdın getməyə. Gərək elə bacım gilə gedib məni bu qoca yaşımda günahkar suçlu eləyəydin. Söylənib hönkürdü. İnsan doğulmamışdan öncə onun taliyi artıq yazılmış olur və o heç nəyi dəyişə bilmir. Ancaq maraqlıdır ki, əksər adamlar xoş günlər axtarışına çıxır, məşəqqətli əzab-əziyyətli həyatlarından qurtulmaq istəyirlər. Bəziləri isə əksinə öz rahat, problemsiz həyatlarını zəhərə çevirir, macəra ekstrem tabu qoyulmuş sevgi və digər bu sayaq nəsnələrin axtarışına çıxırlar. Sevgi, eşq, məhəbbət, bu sayaq sözlər bax, indi gecənin bir aləmində, bu gözdən qulaqdan uzaq yerdə, bu vahiməli yad məkanda Aylanın gözündən xeyli düşmüşdü. Rahat yatağı, lüks hamamları, dünyanın naz-neməti ilə dolu soyuducuları, dəhliz divar kağızının rənginə uyğun tünd bənövşəli telefon cihazları, iri ekranlı televizorları bir-birinin gözünün qabağına gəlir, onun içini oyurdu. Çirkin içində rahatsız, yorğun bir qarnı, ac bir qarnı tox sək-səkidə nə qədər yaşamaq olardı. Dərhal da özünə təlqin etdi ki, həyat yalnız İsmailladır. İsmail xoruldayırdı. Neçə günün gərginliyinə baxmayaraq, o imkan düşən kimi mürgüləyə bilirdi. Aylanın isə yuxusu sanki ərşə çəkilmişdi. Pəncərədə zil qaranlığa boylandı. Öncə ortasında nisbətən açıq rəngli nöqtələr gəzişən qara lövhəni gördü. Ancaq tədricən gözləri qaranlığa alışdı. Ay işığında hətta ətrafdakılar da sezməyə başladı. Soldakı tikili tövlədir. O iri ağac gərək ki tutdur. Sonrakılar alma və heyva ağacları. O biri tikili, həyətin başındakı isə ayaq yoludur. Otağın qapısı açıq idi. O biri otaqda yatan ev sahibəsinin xorultusu İsmailin xorultusuna qarışmışdı. Bu ev nisbətən yüksəkdə idi. Kəndin evləri kənd yolu gündüz, vaxtı ovuc içi kimi görünürdü. Bura gələndə məqam düşdükcə yola boylanan Ayla bu yolla keçən bircə maşın belə görməmişdi. Deməli, bura çox ucqar bir kənd idi. Bu kənddə yeganə qəribəlik bəlkə də telefon idi. Gör bir hətta şəhərin özündə elə evlər var ki, telefonu yoxdur, amma mədəni inqilaba bax. Burada qoca qarı belə başı şalla sarılmış halda gələrsüz, gedərsüzlə telefonla danışır. Saat neçə olardı ay Allah? Ayla lap uzaqdan gözə girən iki cüt maşın işığı gördü. Nədənsə hiss etdi ki, dalbada gələn bu maşınlar özləri ilə ölüm qorxusu gətirirlər. İçindən qeyri-ixtiyari bir hökm gəldi. Onlardır, atamın adamları. Silkələyib İsmaili qaldırdı. Dur, iki maşın gəlir. Ürəyimə damıb ki, atam gildir. İsmail yerindən dik atıldı. Yatmamışdan öncə beynində yer alan şübhələr yenidən daha şiddətlə üzə çıxdı.
Usta Ağa Səlimin zənci ona oradan heç yerə getməməyi bərk-bərk tapşırması, döyülərkən qabırğaların qırılmasını söyləyib, ardınca da özündən də bura gələcəyini bildirməsi çox müəmmalı görünmüşdü ona. Fövqəladə duyumu olan Aylanın indi də bu maşınların gəlişindən qorxması, bircə anda yığışıb ev sahibəsini oyatmadan sakitcə evdən çıxdılar. Vahimələ gecə kənddən çıxdıqdan sonra daha vahimələ göründü. Əl-ələ verib seçdikləri istiqamətə qaçırdılar. Ayaqlarına kol-kol dolaşır, daş kəsək onları əzirdi. İsmail Allaha yalvarırdı ki, bircə qarşılarına vəhşi heyvan çıxmasın. Aylanın bu balaca vücudunun səsini belə çıxarmadan dodaqlarını bir-birinə sıxaraq ona yoldaşlıq etməsi İsmaili lap mütəəssir etmişdi. Qəfildən Ayla dayandı, hıçqırmağa başladı. İsmail nə baş verdiyini soruşanda o çola keçib süzülmüş dəri cüdəcəsini işarə elədi. İsmail onu birtəhər ovutdu, yollarına davam etdilər. Nə qədər qaçdıqlarını bilmədilər, ancaq bircə onu bilirdilər ki, həddən artıq çox məsafə qət ediblər. Bəzən büdrəyirdilər, Ayla hətta bir-iki dəfə yıxıldı, dizlərini sıyırdı, ara-sıra da dayanır, nəfəslərini dərirdilər. Artıq hava işıqlaşmışdı. Qəfildən qarşılarına bir göl çıxdı. Alatoranda gölün suyu zil qaraya çalırdı. Bu göl onun ətrafındakı mənzərəyə İsmailə o qədər tanış gəldi ki, harda görmüşdü buranı. Bu da işıq, hansısa bir kənddə gəlib çatmışdılar. Sevinç içində işığa doğru yürüdülər. Ən birinci evin darvazasını bərk-bərk döydülər. Haçandan-haçana it hürdü, eyvan işığı yandı. Qoca bir kişinin "Kimsən?" sualını İsmailin tapşırığı ilə Ayla cavab verdi. "Əmi, azmışıq, bizi evə buraxarsınız?" Darvaza açıldı və onlar içəri daxil oldular. Yuxusu gözündən tökülən kişi soru-sola tutmadan yatmaları üçün otaq göstərib qeyb oldu. Otağa keçəndə sıyrılmış dizlərinin sızlamasından ağrı çəkən Ayla birdən ucadan ağlamağa başladı. İsmail onu özünə sıxıb saçlarını sığalladı. "Nə olub sənə Aylam, niyə ağlayırsan? Dizin ağrıdır?" Ayla başını geri çəkdi. Yaşlı gözlərini onun gözlərinə dikdi. Haçana qədər belə davam edəcək? Haçana qədər yiyəsiz köpək kimi oradan ora, buradan bura qaçacağıq? Haçana qədər qorxu içində yaşayacağıq? Sonra da qəhərini udub davam etdi. "Tək dizimdir elə. Quru yeməkdən mədəm ağrıyır. Evdə olanda gündə 2 dəfə çimirdim. İndi çirkin içindəyim. Özümdən iyrənirəm." Hönkürdü. İsmail nə qədər cəhd etsə də onu sakitləşdirə bilmədi. Çıxıb artırmada oturdu. Siqaret yandırdı. Suları qapqara rəngə çalan gölün kiçik bir hissəsi ay işığında buradan da görünürdü. O yenə diqqətlə gölə baxmağa başladı. Yox, o görmüşdü buranı, 100% görmüşdü. Ancaq buralarda heç vaxt olmamışdı axı. Həmin gölə oxşayır. İsmail Aylanın qəfil gəlişindən diksindi. Ayla da gözünü gölə dikmişdi. Rəngi qapqara, taxta estakadası da var. Qoxu da yəqin ki, həmin qoxudur. İsmail lap təəccüblənib çətinliklə soruşdu. "Hara oxşatdın buranı?" Ayla lap yaxınlaşıb ona sığındı. Yadındadır, kinoya getmişdi. Oğlanın adı Stiv, qızın isə əlbəttə xatırladı İsmail. Nəm, torpaq, bataqlıq, su və çürümüş dəmirdən ibarət çox ağır bir qoxu, ölüm qoxusu. Ətraf mühitdə üsyan edən sevgililər həmin filmdə özlərini eynən beləcə bir gölün sularında qərq etmişdilər. "Hardan gəldin, rastıma çıxdın kiçik qız? Necə insafsızcasına məni xatirə yükünün altına saldın? Qayğısız zarafatlaşırsan, deyib gülürsən. Rəhəli xanım danışanda isə gözlərinin məcbul nöqtəyə dikib susursan. Amma mənim bu halımdan heç xəbərin yoxdur. Məni necə incitdiyindən, necə üzdüyündən əsla xəbər də tutmayacaqsın. Allahım, mən dəhşətə gəlirəm. Bir bunun saçına, geri atmasına, sığal çəkməsinə bax. Bu necə ola bilər axı? Zahirən insan insana oxşaya bilər, bu bəllidir. Bəs hərəkətlər, xarakter, bu ki əsl təkrarçılıqdır, eyniyyətdir. Bəlkə məni qarabasır. Tək bir fərq. Deyir, jurnalist olmaq istəyirəm, prezidentlərdən müsahibə götürmək istəyirəm. Amma mənim sevgilim tətbiqi riyaziyyat fakültəsinə daxil olmuşdu. Cəmi bircə fərq. Sağ ol Aymiri, su verdiyin üçün boğazım qurumuşdu. Gərək mən də özümlə içəcək, yeyəcək bir şeylər götürəydim. Deyəsən Rəylə xanım Elnur mənim bizi acından qıracaqlar. Bugün təklif edirəm ki, dayanıb çörək yeyə təklifini keçmir. Deyirlər, azacıq da səbr elə. Miri yaxşı ki, bu suyu verdin. Bayaqdan suallarınla zəhləmi tökməyini keçirəm sənə. Şərq qadınından kişiyə sevgi etirafı etmək. Bu burada olmalı deyildi. Sistemim pozulub, hiss edirəm. Hər şeyi qarışdırmışam. Bunlar niyə qalıb belə? Hamısı əvvəlki hisslərdə yerləşməli idim. Tamam başımı itirmişəm. Eyb yox, dalbadal yığım, sonra bir daha vaxt tapıb redaktə edərəm.
Buna bax, bu qəribə soyadı ilə milliyyətini heç cür müəyyənləşdirə bilməyən psixoloqun fikirləri gör gəlib hara düşüb. Nə deyirəm, qoy olsun. Psixoloq Cixtens Mikay yazır. Biz tam olaraq işə ünsiyyətə aludə olaraq vaxtın keçməsini duymuruqsa, deməli biz xoşbəxtik. Xoşbəxtliyə istənilən maraqlı məşğuliyyət, o cümlədən də sevgi gətirir. Amma bəzən qeyri-əxlaqi şeylərə aludəçilik də xoşbəxtliyi gətirir. Məsələn, şəhvəti, ehtirası, söndürmə istəyi. Buna görə də biz yalnız əxlaqa zidd olmayan bünövrəyə söykənən xoşbəxtliyə meyl etməliyik. Rumen ola bilər, yaxud Moldovan, amma uzaq şərq xalqlarının Çukça filan da ola bilər, ya da Monqol. Hissələrlə dalbadal bostan terminləri işlədildi. Gül çiçəyi, ağac, pöhrə, bar, görəsən belə saxlamaq olar. Kimsə bunu səhv sayıb irad tutmaz ki. Çox gözəl deyilib, alqışlayıram. Mən pisəm, sən yaxşısan deyənlərdə idim. Ona sevgi etiraf etmədən gözünü yolda qoyduğum üçün özümü həmişə danlayardım. 11-ci sinifdə oxuyurduq. İbtidai hərbi hazırlıq kabinetində Novruz bayramı şənliyi keçirirdi. Stolları divar boyu düzərək ortada rəqs eləməyə geniş meydança düzəltmişdik. Gözümdə elə onda idi. Necə şənlənir, kimlərlə söhbətləşir, hansı təamlardan dadır. Bəyaz rəqs başlandı. Qızlar oğlanları rəqsə dəvət etdilər. O gəlib qarşımda dayananda həyəcandan özümü necə itirdiyimsə, yerimdə dik atılanda oturduğum stulu aşırdım. O əllərini mənim çiynimə qoymuşdu. Qaydaya görə mən də belindən tutmalı idim. Güya tutmuşdum, amma barmaqlarım havadaca alışıb yanırdı. Toxundura bilmirdim onu. Bir dəfə bir gənc oğlan ah çəkə-çəkə dostuna bu sözləri deməsinə şahid oldum. Mən sevgidən şəkər balı almaq istəyirdim, ancaq o mənə istiot bibər verdi. Bəli, məhz bu cür. Deyəsən, daşkəsək kəlməsi də əvvəlki hissələrdə təkrarən getmişdi. Sevgi dağı, sevgi yarası, bu çəkilən dağ, bu qövr eləyən yara barədə bunlardan xəbərsiz olan alimlər dürlü kəlmələr yazırlar. Hansısa prosedurlar, dərmanlar təklif edirlər. Mən də bunları kitabıma saldıram. Oxucularıma bunları riayət etməyə məsləhət görürəm. Halbuki özüm bunları riayət etmək gücündə, bəlkə də həvəsində deyiləm. Mənim kimisi haqda belə deyirlər. Ailəmi bəzər, özü lüt gəzər. Sevgi münasibətlərinə həmişə mane olan üçüncü tərəf mövcuddur. Üçüncü artıqdır deyimi buradan yaranıb. Üçüncü sevənlərdən birinə sevgi bəsləyib onlara mane olan şəxs də ola bilər. Valideyn də ola bilər, iş hər hansı məşğuliyyət prosesdə ola bilər. Hətta bəzən cəmiyyət də ola bilər. İstənilən halda sevən cütlük üçün üçüncü artıqdır. Tam doğru. Sevginin formulasını şairlər, filosoflar, təbiblər qədim dövrlərdən üzə hər bəri axtarıblar. Ancaq 21-ci əsrdə fizioloqlar və psixoloqlar tapıblar. Sevgi insanın mürəkkəb daxili vəziyyətidir. O instinkt və hormonların hesabına formalaşır. O həm individual, həm tipik ola bilər. Sən sevgini idarə edə bilirsən, amma biri də var ki, sevgi səni idarə etsin. Birincidə qismətin xoşbəxt bir həyat yaşamaq olar, amma ikincidə müalicəsi tələb olunan xəstəlik həddinə dək gedib çıxa bilirsən. Oturub gözlərimi yumaraq həyatımın nağıllarının gəlməsini gözləyirəm. Onlar heç uzun-uzadda olmasınlar. Bir-iki vərəq kifayətdir. Sonda göydən heç 3 almada düşməsin. Vəssalam, şüd tamamla bitsin. Ancaq hər halda gəlsin bu nağıllar. Şəhlanın növbəti mesajı idi. Rəylə xanım termosunda çay süzüb qurtumladı. Görürsən, bütün termoslar belədir. Çayı spesifik tam verirlər. Çayın əsl tamını büsbütün dəyişirlər. Termos çayı ənənəvi çayın yalnız şəkil dəyişməsidir. İmitasiyasıdır hardasa. Eynən insan arasında münasibətlərin də bu sayıq şəkil dəyişməsi imitasiyası olur. Hisslər birbaşa ürəkdən gəlirsə, onlar öz tamında olur. Yox, onlar beyni dolaşdıqdan sonra üzə çıxırsa, spesifik tam verməyə başlayır. Belə demək mümkünsə, beyin hisslərin termosudur. Şagirdlər müəllimin susmasından istifadə edib öz aralarında pıçıldaşmağa, eşitdikləri əhvalatı barədə təəssüratlarını bölüşməyə başladılar. Tural yenə səsini qaldırıb, qızlar lağı qoymaqda idi. 3-cü minillikdə sentimentalizm deyib bağırırdı. Murad Nurla fikri görünürdü. Gözlərini pəncərədəki mənzərəyə dikmişdi. Yəqin ki, əcəlin heç nəyə aman vermədən gəncləri ölümün sürüləməsinin təfərrüatları idi. Onun içini tərpədən. Elnur müəllim aşağı səslə telefonla danışırdı. Özü də xeyli sərt danışırdı. Xəttin o biri üzündəkini danlayırdı. Yox,
Qaxıl otur yerində. Dedim ki, yox. Getmisən, dözməlisən. Bir ailəsiniz. Söhbət də olar, narazılıq da olar ailədə. Elə yeləsən kimi durub üstümə qaçası deyirsən ki, ay qız, yox ki, yox. İndi mən danışa bilmirəm. Yanımda adamlar var. Birazdan yığaram səni. Rəyli xanım duydu ki, Elnur müəllimin danladığı ərdə olan bacılarından biridir. Məntiqə bax, getmisən, dözməlisən. Bəlkə şahla kimi o yazığın da öz istədiyi olub, amma nə rəyini belə öyrənmədən verib başqasına. İndi də deyir, getmisən, dözməlisən. Rəyli xanım Ayla ilə İsmailin əhvalatını kitab halında dərc etdirməyi Sənubər xanıma bir neçə dəfə təklif etmişdi. Əvvəl əşi, mən məcəl yazıçıyam, söyləyib boyun qaçıran Sənubər xanım bu sevgi əhvalatını niyə üzə çıxarmadığının əsl səbəbini sonradan açıqlamışdı. Hər halda qardaşımın ailəsidir. Yaralar qaysaqlanandan sonra onların közünü qapmağın nə mənası var axı? Yeri gəlmişkən, əhvalata son nöqtə qoyulandan sonra Səfər Qasımzadənin atdığı ən birinci addım həyat yoldaşını və bacısını cəzalandırmaq olmuşdu. Natəvan xanım telefon laqqırtılarından, cic-cic seriallardan, dükan bazara sülənməkdən baş açıb qızının tərbiyəsi ilə məşğul olmaması səbəbindən ev dustaq edilmiş, televizor və telefonu evdən götürülmüşdü, onsuz da ağır dağlı üzləşmiş, əvvəlcədən səhhətindəki problemlərlə bağlı əziyyət çəkən Natəvan xanım tam sınmışdı. Ayaq üstə zorla gəzən ruha dönmüşdü. Sənubər xanımın isə günahı o uğraş çobanla olan murdar əhvalatı ilə sevgi eşq kimi rəzil zirzibil söhbətləri qızının saqqızını uğurlayan, onu düz yolundan sapındırıb uçurumu itələyən iblis olması idi. Qardaşı Sənubər xanımı sadəcə evdən qovmuşdu. İndi yazıq qadın ev kiralayıb yaşayırdı. Bir dərdinin söküyünü başda dərdlə yamayırdı. Sənubər xanım Rəylə xanımın 10 il əvvəl yaranmış ideyası ilə şagirdlərini bəlli ünvana aparıb, onları bu sevgi faciəsində agah etmək fikri ilə dərhal razılaşmışdı. Hətta təklifi də irəli sürmüşdü ki, qoy şagirdlərlə birgə valideynlər də gəlsinlər. Balalarını öz seçimlərinə tabe etmək, sonluğunun necə faciələr yarada biləcəyindən xəbər tutub əl saxlasınlar. Bu illərdə bir neçə dəfə valideynlər də özləri ilə apara bilmişdilər. Amma bu dəfəki 11-cilər kimi əvvəlki illərdə bir neçə 11-cilər olmuşdu ki, sərbəstliklərini itirəcəklərini zənn edərək valideynlərin görməməsini təkid etmişdilər. Sənubər xanım 3 il dalbadal Rəylə xanıma yoldaşlıq etsə də, sonradan onu olduqca ağır təsir edən bu səfərlərdən vaz keçmişdi. Danışmadınız? Şəhladan növbəti mesaj gəlmişdi. Darıxma quzum, həmin yerə çatırıq, məsələnin yerində həll edəcəyim. Rəylə xanım bunu yazaraq öz yerinə keçdi. Sürücü fürsətdən istifadə edib maqnitofonu qoşmuşdu. Meyxanaya qulaq asır, ara-ara oxuyanlara qoşulub zümzümə edir, çırtma vururdu. Şagirdlərin birindən qazandığı alma sovqatı da arabir martıltı ilə dişinə çəkirdi. Fasilənin bitdiyi görüb dərhal maqnitofonu söndürdü. Zakasusu deyin, lülə, tikə, soyutma, it çalar, çolpa. Tural çay içdikləri yeməkxananın müdürünü necə yamsıladısa, İçi Rəylə xanım qarışıq hamı uğunub getdi. Sürücü şaqqanaq çəkərək Turalın ortaya qoyduğu istedadına cavab olaraq öz istedadını nümayiş etdirdi. Bilirsiniz, biz vilka qaşığı çox təmiz yuyuruq. Nəşün? Çünki kачество vacibdir. Yeni məkana uyğunlaşmaq elə də çox vaxt aparmadı. Qarı həyətdə samavar qalayırdı, qoca odun doğrayırdı, İsmail onları səslədi. Bu yaxınlarda bazarzad var, kişi soruşdu. Nə bazar? Gedib ayın oyununu alardıq. Nə ayın oyun? Məsələn, ət, kartof. Kartofumuz boldur, abala. Əti də 2 ev o yanında Rəhman budkasından kəsib satır. İsmail Aylanın qulağına pıçıldadı. Sevirsən məni? Ayla da başını tərpətdi. Çılpaq ağaclar qrov bağlamışdı. Buz naxışlar çox gözə oxşayan idim. İsmail düşüb Rəhman deyilən adamın köşkünə tərəf getdi. Aylaya evdə qalmağı tapşırdı. Ancaq qız qərarı tuta bilməyəcəyini duyub onun dalınca düşdü. İlk baxışdan bilinirdi ki, kənd çox kasıb kənddir. Palçıq evlər bir mərtəbəli, hasarlar çol-çosdan ibarət. Bu da Rəhmanın ət köşkü. Şüşə kirdən qapqara qaralmışdı. Nimdaşlığından rəngi seçilməyən həmin köşkün içində heç də qəssaba bənzəməyən çəlimsiz bir kişi yer-yığış edirdi. Son dərəcə nurani görkəmi, upuzun ağ saqqalı, çox iri gözləri ilə diqqət çəkən hündürboy kişi isə divara söykənib durmuşdu. İsmail salamlaşıb soruşdu. Ət var? Rəhman nabələd adam görcək gülümsədi. Deyəsən qonaqsan, hə? Hə, sir deyilsə kimin qonaqsan? İsmail qocaların adını bilmədiyi üçün duruxub qaldı. Vəziyyətdən çıxmağa cəhd etdi. Əti soruşuram. Deyirəm varınızdır. Rəhman elə hey gülümsəyirdi.
Bu vaxtda ət qalmaz. Ancaq özüm üçün götürdüyüm ətdən sənə verərəm, apararsan. Bu vaxt öncə qəzəbli səs eşidildi. Ardınca da səsin sahibi olan şişman polis işçisi içəri daxil oldu. Rəhman onu görcək rəng verib rəng aldı. Reis, qadan alam, dolanmaq olmur. Bir heyvandan 5 şirvan xeyrim olur. Sən də 5 kilo ət istəyirsən. Polis lap əsəbləşdi. Rəhman, güya sənin tərəzin vurmur, güya əti baytarlıqdan keçirdirsən. Adamımı tanı, sənə dedilər ət ver. Rəhman nalac İsmaila baxdı. Reis, 3 kilo balalarım üçün saxlamışdım. Bu şəhərdən gəlib, qonaqdır. Gəlib istədim. Şəhərdən gəlib. Bayaqdan bəri İsmailə məhəl qoymayan polis indi diqqətlə ona baxmağa başladı. Və mən bayaqdan elə bilirəm bu Səməndərdir. Belədir, qonaq xoş gəlib, səfa gətirib. Kimgilə gəlib? İsmail ikinci dəfə çətinə düşdüm. Biz tələbəyik, folklor toplamağa gəlmişik. Mənəm bir də bir yoldaşım. Polis onun əyin başına baxıb ağız burnunu büzdü. Folklor yığana yox, davadan gələn oxşayırsan, o bir oğlan ana. İsmail Hasanın kənarında dayanmış Aylanı süzüb, məyus dedi. O oğlan deyil, qızdır. Polis mat-mat dayandıqdan sonra yavaşca başını tərpətdi. Dayan, olmaya siz, gah onu, gah bunu süzməklə bir təhər cümləsini tamamladım. Bakıdan gəlmisiniz? İsmail polisin əhvalının dəyişdiyini fərqinə varıb onu aldatmağa çalışdı. Yox, Gəncədən, orada oxuyuruq. Polis dik İsmailin gözünün içinə baxdı. Gəncənin yan yörəsində kəndzad yoxdur. Folklor toplamağa vurub bura gəlmisiniz? İsmailin söz tapa bilmədiyini görən Ayla onlara yaxınlaşası oldu. Seyid Əzim Şirvaninin, Mirzə Ələşbər Sabirin vətənidir də bura. Bura folklorun da məskənidir. Polis Aylaya təpədən dırnağa göz qoydu. Demək ikinci qonaq sənsən? Bəs Nizami Gəncəviyə nə deyəsən? Nizami orada Gəncədə azlıq edir, Sabirin dalınca bura Şirvana gəlirsiniz. Onun hazır cavablığı Aylanı da susturdu. Polis əlindəki topa açarını oynada bir xeyli şübhəli qonaqlara göz qoydu. Dəqiq Gəncədən gəlmisiniz? İsmail Aylanın sir verəcəyindən qorxub, cəld dedi. Rəis onlardan sənədlərin olub-olmadığını soruşdu. Şəxsiyyət vəsiqələrinin, tələbə biletlərinin olmamasından lap şübhələnib, Gəncədə yaşadıqları ünvan, oxuduqları məktəb barədə suallar verdi. Aldığı dolaşıq cavablara sonra da ani düşünüb sifətin ifadəsini dəyişdim. Gülümsərək qəssaba tapşırıq verdi. Qonaq Allah qonağıdır. Rəhman, əti ver, pulunu da alma. Mən onları qonaq edirəm. Sabah da işıq gözünə tanışlıq qeyd eləyərik. Hələ getmirsiniz ki, sualının müqabilində İsmail. Yox, hələ buradayıq. Dedi sağollaşıb çıxıb gedən və gözdən itincəyə qədər tez-tez qanırılıb arxaya baxan polisi baxışları ilə müşahidə etdi. Dükanın içi bayırdan soyuq idi. Elə bil soyuducu içi idi. Dişləri dişlərinə dəyən İsmail qəssabın bükü verdiyi əti götürüb neçə eləyir sualını verdi. Nurani kişim, nə işdisə polis sizi yaman soru-suala tutdu abala. Sözləri ilə qəssabın at çəkərək görmədən dedi sizə qonaq eləyim. Söyləməsi üst-üstə düşdü. Həyətdə ocaq qalandı. Qarı xörək bişirməyə girişdi. Ayla da darıxmamaq üçün ona kömək edirdi. Ətrafa xoş xörək ətri yayılmışdı. Ət dükanında gördükləri Nurani simalı qoca qonşu imiş. Ev sahibi onu da süfrəyə dəvət etdi. Hava şaxtalı olsa da külək əsmirdi deyə xoş idi. Həyətdə oturmuşdular. Qarı qonaqların çiyinlərinə sırıqla atmışdı ki, birdən üşüyərlər. Bozartma çox dadlı idi. Üstü xaşxaşlı çörək də, qoyun pendiri də dadlı idi. Qarı süfrəyə baş soğan da doğrayıb qoymuşdu. İsmail soğanı marsıldaya yeyəndə Ayla inci-inci onun qulağına pıçıldadı. Soğan niyə yeyirsən? Axşam sevişməyəcəyik. Nurani qoca kəndin keçmişi barədə çox maraqlı söhbətlər elədir. Bir vaxtlar 75 evi imiş. İndi cəmi 12 evdə ocaq yanır. Hamı süfrədən əl götürəndən sonra qarı çay gətirdi. Nurani qoca ev sahibəsinin çayını xeyli tərifləyəndən sonra üzünü səmaya tutdu. Güclü külək, yağış gəlir. Hələ bəlkə sulu qar da çevrildi. Görmürsünüz, səmanın maviliyindən sonra bozluq, sonra qaralıq gəlir. Lap uzaqlarda isə səma qırmızıdır. Səma doğrudan da qoca deyən kimi rəng çalarlarını növbələşdirmişdi. İsmailin yadına kəndin polisi düşdü. Narahat Aylaya pıçıldadı. Polis deyəsən bizdən şübhələndi. Ayla içini çəkdi. Məncə də şübhələnməsəydi o boyda sorğu-suala tutmazdı ki, üstəlik soruşdu ki, hələ çıxıb getmirsiniz. İsmail fikirlərinin içinə azıb qalmışdı. Getsinlərmi, hara getsinlər axı? Yəni burada da ucqar bir yer tapılardı mı? Hara sığına bilərdilər ki, gözdən uzaq qulaqdan iraq olsunlar. Ayla deyən Kamçatka burada deyildisə, bəs onda hara idi axı? Kəş yerin altında girib orada yaşaya bilərdilər.
İkisi olaydı, o və ailası ikilikdə tam təhlükəsiz şəraitdə xoşbəxtlik içində ömür sürəydilər. Bəlkə çıxıb gedək buradan Ayla. Yox, mən daha bezmişəm bu qaçaqçılıqdan. Heç yerə gedəsi deyiləm. Hərdən günlər cansıxıcı üzüntü ilə uzandıqca uzanır, hərdən də bir göz qırpımında gəlib keçir. Heç bilmirsən eyni vaxt axarı niyə müxtəlif biçimdə görünür sənə. Qızının vurduğu ölümcül zərbədən Səfər Qasımzadənin günlərinin heç biri bir ilə qədər uzanırdı. Hər biri bir ilə qədər uzanırdı. Ürək ağrısı, dava dərman, sonsuz gözləmələr, bu işi hansı düşməninə təşkil eləməsi təxminləri, gəlib gedənlərin üzrxahlığı, yağan baxışları, artıq şəraitin girov olmasından tam bezmişdi o. Natəvan xanım gümüş stəkan qabıya salınmış armud stəkanın önündə üçün çay qoymuşdu. Çayı soyumuşdu. Gözləri bir nöqtəyə dikib durmaqda idi. Bu ağır durumda onun əsas işi də həyat yoldaşı ilə bacısını danlamaq, acılamaq idi. Sözün həqiqi mənasında kişidə öz doğmalarına qarşı nifrət yaranmışdı. Gücünü göz yaşlarına verən Natəvan xanım üçün ən ağrılısı həm də o idi ki, kişi sanki bütün dünyadan üzülmüşdü. İşə getməməyi bir yana nə qəzet oxuyur, nə də televizora baxırdı. Heç eyvana da çıxmırdı. Qapı döyüldü. Görəsən kim olar? Sualını öz-özünə verən Natəvan xanım qapını açdı. Qaynı Zəfər idi. Çox pis görünürdü. Bıçaq vursaydın qanı çıxmazdı. Natəvan xanım pıçıltı ilə soruşdu. Zəfər, nə olub? Zəfər içəri keçib əyləşdi. Başı ilə yan otağa işarə elədi. Necədir? Natəvan xanım ah çəkdi. Elə həmişəki kimi. Bəs sənə nə olub? Zəfər siqareti yandırdı. Dərin bir qulla vurub dedi. Kişinin obyektlərini bağlayıblar. Yoxlama gedir. Neçəsini, hamısını. Niyə ay Zəfər? Mən nə bilim, deyirlər Abbas bəylinin işidir. Natəvan xanım özünü hönkürməkdən güclə saxladı. O gözəl bilirdi ki, həmin obyektlər əri üçün nə deməkdir. Səfər Qasımzadənin sistem işçisi olsa da, bizneslə ciddi məşğul olurdu. Türkiyədən yataq üzü dəstələr gətizdirib satmaq üçün 2 mağaza açmışdı. Bir restorana, bir də xırda kafesi var idi. Obyektlərin aylıq haqqı hesabını özü eləyir, dəftər tutan növbəti aylarla müqayisədə biznesin inkişaf faizlərini müəyyənləşdirirdi. Göz yaşları Natəvan xanıma hər halda güc gəldi. Ağlaya-ağlaya Zəfərə. Qurban olum, Səfərə heç nə demə. Ürəyinə ziyan olar, söyləyə bildi. Bu vaxt mobil telefon zəng çaldı. Qadın gözlərinin yaşını silməyə macal tapmamış, telefonu götürüb ərinin otağına qaçdı. Alo, hə, mənəm. Qasımzadədir. Nə? Tapıblar. Əlamətlər birə-bir düz gəlir. Hardadılar? Kim xəbər elədi? Polis işçisi. Əla, əla. Bura bax, əgər bu dəfə də onları əldən buraxsanız, onda özünüzdən küsün. Bu saniyə tərpənin. Zülmət gecə idi. Bayırda şıdırğı yağış yağır, külək vıyıldayırdı. Neçə gündür ki, yuxusuz qalması Aylanı çox üzmüşdü. Üstəlik baş ağrısı ona əziyyət verirdi. Ev sahibəsi pişik odu kökü ilə quru nanə və yarpağı dəmləməsi içirdiyindən qızcığaz bir saatdan artıq idi ki, mışıl-mışıl yatmışdı. Əvəzində İsmail oyaq idi. Yastığı diysələnib sevgilisini seyr edirdi. Yuxuda ikən Aylanın dodaqları qaçdı. Yəqin nəsə şirin yuxu görürdü. Deyirlər, sevgi yoxdur. İsmail öz-özünə sual verdi. Bəs onda bu nədir? İki gənc rahat həyat tərk edib özlərini odun alovun içine atırlarsa, birlikdə olmaqdan ötürü bütün imtiyazlarından keçirlərsə, buna nə ad vermək olar? Aylasının saçlarını tumarladı, həsrətlə onu süzdü. Bağrına basmaq, öpüb oxşamaq istədi sevdiyini və nədənsə ürəyinə damdı ki, bu anlar birlikdə olduqları son günlər, bəlkə də saatlardır. Aylaya həsrət qalacaq, indi ona məxsus olan sevgilisi bir də heç vaxt onunki olmayacaq. Beyninə dolan fikirlər onu narahat etdi. Özünə bu boş fikirlərə görə danladı. Başını əydi ki, Aylanı öpsün. Elə bu vaxt qapı zərblə taybatay açıldı. İçəri kimlərsə doluşdu. Onu ilk zərbələri dəydi. Qocalarla Aylanın səs-küyü bir-birinə qarışdı. İsmail gələnlərdən birini tanıdı. O vaxt iş yerində onu döyən oğlanlardan idi. Ancaq cəlladlar bu dəfə daha amansız, daha zalim idilər. Ardıcıl zərbələr nəticəsində İsmail bədəni deşən sancıların küt ağrılarla çulğaşmasından get-gedə zəifləyir, müdafiə olunmaqda qabiliyyətini itirirdi. Az sonra o görmə qabiliyyətini itirməyə başladı. Görüntülər qatı dumana bürünmüşdü. Səslər qırıq-qırıq gəlirdi. Elə vurun ki, ölməsin. Zibildə qalmayaq. İsmail, İsmail, niyə vurursunuz? Ömürlük xədim qalmalıdır. Bir də vur. Bax belə. Ay bala, ay qansızlar, niyə öldürürsünüz yazığı? Deyəsən öldü. Yox, hələ nəfəsi gəlir. Buraxın məni, buraxın. İsmail. Ayla gözünü açdı. Əvvəl harda olduğunu kəstirə bilmədi. Ancaq dərhal xatırladı ki,
bu öz evləridir. Bir dəstə adam İsmaili vəhşicəsinə döyəndən sonra onu da zorla maşına basıb Bakıya evlərinə gətirmişdilər. Əvvəl istəmişdi ki, anasını dindirməsin, ancaq bu müddətdə xeyli sınıxmış anasını görən kimi onun üstünə atılıb hönkürməkdən savayı heç nə edə bilməmişdi. Atasının üzünə çıxmamışdı. Dönəndən bəri bircə dəfə atasının səsini eşitmişdi. O da həmin gələn adamlardan hansısa biri ilə söhbət edərkən ölmədi də demək, çox gözəl. Ondan belə bəzi şeyləri öyrənməliyik. Deyirsiniz ki, ömürlük o söz, uğraş. Variantlar çoxdur. Kəbinli arvadını öldürməyə cəhd etdiyinə görə 12 il içəridə bastıra bilərik. Baxarıq da. Çox gözəl. Əmək haqqınızı gəlib apara bilərsiniz. Vəssalam. Daha atasının nə səsini eşitmişdi, nə üzünün görmüşdü. Atası qızını bu hərəkətindən sonra öz əlləri ilə boğmaq istəyirdi. Ətrafdakıların, xüsusilə Natəvan xanımın Sənubərin xahiş minnət yalvar yaxarı ilə qızı öldürməyib evinə gətirməsi özlüyündə böyük bir hadisə idi. Qısaca demişdi ki, o küçük gözümə görünməsin, iyrənirəm ondan. Odur ki, yaxınların onun qızı ilə heç olmasa adicə kəlmə kəsməsini bu tezliklə gözləmirdilər. Anası eynən uşaqlıqdakı kimi qızını vannaya salıb çimizdirmiş, saçlarını daramışdı. Neçə vaxtdır soyuqdan sümükləri qızmayan Ayla istivannada əməllicə xumarlanmışdı. Arvad qaçıb qonşudan yod almışdı. Gözünün yaşına tökə-tökə qızının dizlərindəki yaraları yodlamışdı. Növbəti gündə Ayla bir qədər də özünə gəlmiş, yavaş-yavaş əvvəlki həyatına qayıtmağa başlamışdı. Anasının bişirdiyi parça bozbaşdan bəstirdiyincəyə qədər yemiş, sonra da burnunun ucu göynədiyi otağına göz gəzdirmiş, gəlinciklərini kolleksiya yığdığı ətirləri bir-bir seyr etmişdi. İmran dayısının bağışladığı getdikləri uğucqar yerdə qalmış, gəlinciz deyicələri çox bəsit görünürdü. Playeri qoşub musiqiyə qulaq asır, rəngli jurnallara baxır və bütün bu rahatlığını içində məst olurdu. Bu da ağappaq, yumyumuşaq yorğan döşək, yuxudan durdu, nə vaxt idi özündə belə cümrahlıq duymamışdı. Anasının hazırladığı qoqul-moqulun gözlərinə təpdi, içində heç bir səksəşə qorxu qalmamışdı. İstədi İsmail barədə düşünsün, onu vəhşicəsinə döymüşdülər. Görəsən də o yazıq nə vəziyyətdədir. Anasının gecə söylədiyi sözləri xatırladı. Qızım, sevgi falan boş söhbətdir. Özün gördün hamısını. Manyaka qoşulub aç-susuz, rahatsız kirin içində qalmışdın. Sən evə elə gündə girdin ki, dəsmal götürüb ağlayan lazım idi halına. Bu günə kimi sənin o sevgi dediyin boş xülyadan başqa heç nəyin yox idi. Bu gün isə sənin atan, anan, rahat evin, dolanışığın var. Natəvan xanım İsmailin ana bacısının əxlaqsızlığı barədə xeyli danışmış, rayonda barmaqla göstərdiklərini söyləmişdi. Ona bir süfrə açılmışdı ki, gəl görəsən, ən sevdiyi təamlar, paytaxt salatı, piraşki, pulov, dəmir qabda kolalar yanaşı düzülmüşdü. Ana-bala bir də Sənubər üçlüyüdə oturub yeyirdilər. Ana, mən məktəbə gedə bilərəm. Niyə gedə bilmirsən ki? Əlbəttə gedə bilərsən. Ana, qurtqam cırıq-cırıq olub. Təzəsini alarsınız, anası gülümsədi. Alarıq. Sonra oturub xeyli dərdləşdilər. Anası birdən qızın bətnində o murdanın zibil zadı qalar qorxusunu yox etmək üçün səhərsi gün qadın həkiminin yanına gələcəklərini bildirdim. Ailə gecə yarıdan bəri ürəyinə yük olan sualı axır ki verdi. Ana, bəs bunun axırı necə olacaq? Necə olacaq ki qızım? Atanla bu barədə ölçülü-biçili qərar qəbul etmişik. Sən bizim bir dənəmizsən. Gözümüzü sənə dikmişik. Bir iş idi də oldu getdi. Səni halal süd əmər birinə verəcəyi. Biz birisi də Aylaya ürək-dirək vermiş, acı bir həqiqəti öz-özünü etiraf etmişdi. Onlar dünya ilə savaşa girmişdilər. Onlar sanmışdılar ki, öz sısqı vücudları ilə lazım gəlsə dağları yaracaq, dənizləri qurudacaq, zamanı belə durdura biləcəklər. Onlar öz imkanlarını xeyli şişirtmişdilər. Anlamamışdılar ki, özləri dağları bir çınqılı, dənizlərin bir damlası, zamanın bir anıdırlar.